Aha. Görünür bəli. Səsim yaxşı gəlirmi? Onu soruşum. Əla. Okey, təkrar salamlar, axşamınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Ümid edirəm bitəndə daha yaxşı olarsınız. Daha yaxşı olarıq. Bəlkə də yorulacağıq, amma yaxşı olarıq yəqin ki. Mövzu mentalitet yox, mindset dövrüdür. Mövzu mənə bu şəkildə verilib, mən də ona hazırlaşmışam. Əslində, ümumiyyətlə, son zamanlarda, 30-lardan sonra, belə deyim, yaşlanmaq tonları ilə başlayıram cümlələrimi, niyəsə bilmirəm, günün sonudur, artıq ona görə nədirsə. İnsanın get-gedə fikirləri fərqli-fərqli formalaşır. Baxıram ki, əslində, bütün elmlər təbiətdə, həyatda var. Onu bəzi insanlar belə silabuslaşdırıb, yığcamlaşdırıb bizə onu elm kimi veriblər. Yəni, fizikada var həyatda, kimyada var, biologiyada var, fəlsəfədə həyatdandır. Hər şey həyatdandır, hər şey bizdəndir. Psixologiyada, psixoterapiyada hər şey bizdəndir. Müşahidə edən kimlərsə yazıblar bunu. Məsəl üçün, mənim tez-tez dediyim bir insan deyil deyə bir söz var. Bunun bənzərləri də var. Yaxınlarda Coşqun bəylə onu danışırıq. Coşqun Kərimov, məncə bu camiyyədə onu tanıyanlar vardır bu təlimdə. Onun da məsələn, birlərin gücü deyə bir ifadəsi var. Deyirəm ki, Coşqun bəy, bu aşağı-yuxarı eyni yerə çıxır bu söz. Mən bir insan deyil demişəm. O deyir ki, birlərin gücü. Məndə bir kitab var idi, oxumağınızı tövsiyə edirəm fəlsəfəni sevənlər üçün. Azərbaycanca desəm, adı belə idi ki, kalbasa olmaq istəməyən donuz. Adı belə idi. Fəlsəfə ilə bağlı idi. O deyir ki, əgər fəlsəfi danışırmış kimi görünmək istəyirsinizsə, hansısa cəmiyyətdə, ortamda, deyir ki, iki əks fikri bir cümlədə istifadə edin. Hər kəs wow deyəcək, amma əslində heç bir mənası olmaya da bilər. Və bir misal verib orada. Deyir ki, mən itlərdən çox qorxuram əslində, ona görə də heç qorxmuram. Wow, belə bir çox belə fəlsəfi kimi çıxır, amma halbuki heç bir mənası yoxdur. İndi orada da birlərin gücü ilə bir insan deyil. Bunlar əslində eyni yerə çıxır. Hər ikisi də nələrinsə müşahidəsindən, həyatın müşahidəsindən ortaya çıxan bir ideyadır, bir cümlədir sadəcə. Mən fərqli formalaşdırmışam o cümləni, Coşqun bəy fərqli formalaşdırıb. İndi burada da mentalitet yox, mindset dövrüdür. Ümumiyyətlə, belə bir interaktiv edə bilirikmi biz soruşsaq kimə ki, bir neçə nəfərdən nə başa düşülür, mentalitet sözünü bilirik, bizdə var bu. Mindset İngiliscə bir ifadədir. Bəzən bəzi sözlərin tam belə Azərbaycancası olmadığı üçün elə İngiliscə istifadə olunur. Onlardan biri də well-being ifadəsidir. Azərbaycanca bəlkə rifah demək olar ona. Mindset də mindin set edilməsidir, formalaşmasıdır. Nə düşünürsünüz? Mentalitet yox, mindset dövrüdür. Ümumiyyətlə, sadəcə bu dövr mü elə idi, əvvəllər elə deyildimi? Kimin nə paylaşmaq istəyər bununla bağlı, kimin nə fikri var? Aha, burada əl qaldıracaq, aha, Sadıqova, Dilgüşə xanım əl qaldırıb. Buyurun, Dilgüşə xanım. Əslində bu sözü eşidəndə təlimlərin birində belə bir söz var idi. Ağlıma o gəldi. Əmək bazarından danışanda dedilər ki, bəs böyüklərdə fərqlidir və biz onu dəyişdiririk. Əslində bu konsepsiyaya oradan yanaşa bilərik ki, mentalitet yox deyəndə, yəni köhnə fikirlərlə, məsələn, anamızın, atamızın, babamızın, nənəmizin dediyi ki, misal həkim olmaq lazımdır, müəllim olmaq lazımdır sözlərlə yox. Mindset, yəni yeni fikirlərə açıq olmalıyıq, dövrə ayaq uydurmalıyıq kimi düşünürəm. Maraqlı düşünürsünüz, düz düşünürsünüz. Dilgüşə xanım, fikriniz də maraqlıdır. Təşəkkür edirəm, Dilgüşə xanım. Başqa varmı fikir paylaşmaq istəyən kimsə? Okey, yoxdursa mən o zaman davam edeyim. Əslində, Dilgüşə xanım da toparladı, qısaca dedi. Məncə elə buradaca seminarımızı bitirə bilərik. Dilgüşə xanıma təşəkkür edirik və seminarımızı burada bitiririk. Mən də bunları deyəcəkdim, onsuz da daha qısa halında dedi, yormayayım sizi. Keçək yavaş-yavaş mövzuya, xırdalıqlarına gedək. Düşüncə tərzimizdəki xətalar. Ümumiyyətlə, keçən dəfə Coşqun bəylə bir canlı yayın elədik. O mənə deyir ki, sizi necə təqdim edeyim? Dedim, necə istəyirsiniz eləyin? Deyir ki, Adəmin nəvələrindən biri deyim mi? Dedim, olar, deyə bilərsiniz. İşte Adəmin özündən bəri, Adəmin nəvələrinə bizlərə qədər hamımız bir şeyin arxasınca qaçırıq əslində.
Hətta övladlarımıza da istəyirik onu ötürək, özümüzdən sonrakılara da, yaxın çevrəmizə də, övlad olmaya da bilər, dost tanışımıza, hamıya bunu ötürməyə çalışırıq. Hamının yaxşılığını istəyərkən əslində ona çatmasını istəyirik. O qızıl almamız xoşbəxtlikdir, huzurdur, rifahdır, sakinlikdir, beyin sakinliyi, ruh sakinliyidir. Düşüncə tərzimizdəki xətalar ya da düşüncə tərzimiz onu bizdən ya uzaq edir, ya da bizi ona yaxın edir, ya da uzaqlaşdırır. Çox yaxınkən də uzaqlaşdıra bilər, ya da çox yaxınkən yaxınlaşdıra bilər. Əlimizin içindəykən görməyə bilərik, ya da çox kənardaykən əlimizin içindəki kimi hiss edə bilərik. Hamısı əslində düşüncə tərzi ilə formalaşır. Yoldaşımın bir sözü var, həkimdir. O deyir ki, beyin aptal bir şeydir. Bəli, beyin aptal bir şeydir. Yəni, hər şeyə tez inana bilir. Beynini aldatmaq, formalaşdırmaq çox asandır. Ona görə düşüncə tərzimiz də tez formalaşa bilir, tez təsir altında qala bilir. Bundan hətta gec xəbəri olur. Bir dəfə bir kitab təqdimatında yazar çox qəşəng bir şey demişdi, uşaqların bağlı kitabı. Dedi ki, mədəmiz beynimizdən daha ağıllıdır. Çünki mədəmiz zəhərlənəndə daha tez xəbər eləyə bilir, beynimiz isə yox. Bu, uşaqlarda da belədir, böyüklərdə də belədir. Məsələn, zərərli bir şey yesək, xarab olan hər hansı bir qidanı yesək, mədəmiz dərhal 20 dəqiqə sonra xəbər verir. Çünki həzm 20 dəqiqə sonra başlayır, belə bir şey var. Və mədəmiz bizə tez xəbər verir ki, zəhərlənmirsən. Amma beynimizin zəhərləndiyini biz hiss edə bilmirik, ta ki, doğrusunu bizə kimsə göstərəndə, o düşüncə tərzimizin yanlış olduğuyla üzləşənə qədər ki, orada da üzləşə bilsək, qəbul edə bilsək, nə xoş bizə və onu bizə göstərən kimsə. Bu düşüncə tərzimizdəki xətaları, doğruları da bu kimi təlimlər, seminarlar, doğru çevrələr, doğru mühitlər, doğru tədbirlər bizə göstərir. Düşüncə tərzimizdəki xətalar hadisələri səhv dəyərləndirməyimizə və mənfi emosiyalar yaşamamıza səbəb olur. Bu, əslində o həyatdan ala biləcəyimiz bir zövq var. O zövqü ala bilmirik. Məsəl üçün, deyək ki, ən çox istifadə olunan bir problem nədir? Daha çox adı çəkilən problem nədir? Şükür etməmək, naşükür olmaq, əlində olanların qədrini bilməmək. Bu, əgər baxış bucağımız səhvdirsə, əgər doğru bucaqdan baxmırıqsa, davamlı başlayırıq əlimizdə olanları yox, olmayanları görməyə, həmişə özümüzdən daha yuxarıya baxmağa və əlimizdəki təəssüf ki, o var olanların qədir qiymətini bilmirik və o andan zövq ala bilmirik. Məsəl üçün, Doğan Cüceloğlu'nun belə bir şey var, təsvir elədiyi bir, müşahidə elədiyi və yazdığı, kitabında yazdığı bir mənzərə var. Deyir ki, qardaşımın yoldaşı oğluna paltar giyindirirdi, təzə bir paltar giyindirirdi və ona başladı söyləməyə ki, mən də səni bəziyirəm, belə giyindirirəm, eləyirəm. Balaca bir oğlan uşaqdır, 6-7 yaşlarında. Amma sən böyüyəndə yoldaşını məndən çox istəyəsən. İndi bir ananın o anda belə bir kobudlama formasında deyim, ona görə tam yerə düşün, arvadını, yəqin ki, arvadını demişdir. Arvadını məndən çox istəyir. Uşaq da deyir ki, yox ana, mən səni çox istəyəcəm. Deyir, yox, sən arvadını daha çox istəyəsən. Mən səni belə bəziyirəm, əziyyət çəkirəm, amma böyüyəndə onu daha çox istəyəsən. Uşaq deyir ki, yox ana, istəməyəcəm, səni çox istəyir. Yox, deyir, sən onu çox istəyəsən. Və axır uşaq başlayır ağlamağa. Duran yerdə elə bir qaşı qan çıxarır. Orada Doğan Cüceloğlu deyir ki, uşağın əlindən iki şey aldı o qadın, ana. Birincisi, o anda uşaq təzə paltar giyinirdi və ondan bir zövq alacaqdı. Həm hamımız, yəni uşaq böyük hamımız sevinir yeni bir paltar olanda. Cicilərimizi giyinəndə sevinirik. O imkan vermədi ki, uşaq o andan zövq alsın, sevinsin. İkincisi də böyüyəndə uşaq nə vaxt ki, yoldaşını çox sevdiyini hiss edəcək, o anda ağlına gələcək, ayda, deyəsə anam deyən olur. Və görürsən, yoldaşımı çox sevməyə başladım. Görürsən, anama qarşı olan sevgim azalırmı? Və mən bunu bir neçə yerdə danışanda dostlarımla birisi dedi ki, Hüseyin, tam o dediyin şey məndə var. Nə vaxt ki, yoldaşıma qarşı belə sevgim aşır, daşır, coşur, onda anamın o sözləri yadıma düşür. Deyirəm, görəsən, elədirmi? Baxın, bu düşüncə tərzi necə o anda əldə olanları da əldən alır. Yanlış bir düşüncə tərzi. Ona görə də o xətaların ya da səhv düşüncə tərzi var. Əslində yaşayırıqsa, nəfəs alırıqsa, həyatdayıqsa, hələ də hər şey üçün ümid var, hələ də xoşbəxt olmaq üçün o Adəm babamızdan bəridir axtardığımız şeyi tapmağa gücümüz və fürsətimiz var deməkdir. Sadəcə düşüncə tərzi bizə ona imkan verməyə bilir. Əslində, bəzən hətta əlimizdə var o, biz onu nə edirik, görmürük.
Seminarın sonunda bura qeyd eləməmişəm. Bir anekdot danışacağım sizə Molla Nəsrəddindən. Yadıma salarsınız lütfən, əgər mən unutsam. Bu anekdot bu qədər danışma hamısını tam özətləyəcək bir anekdotdur. Buna təsir edən amillər nələrdir? Yanlış düşüncə formalaşmasında, elə az öncə də onun misalını çəkdim. Doğan Cəlalovun verdiyi misal, ailə, cəmiyyət, travmalar və təcrübələr düşüncə tərzimizi formalaşdıran əsas amillərdir. Bəzi şeylər var ki, baxın, indi burada bir-iki slayd sonra var, qurban psixologiyası var. Ailəni biz seçə bilmirik, cəmiyyəti biz seçə bilmirik, travmaları biz seçə bilmirik. Təcrübələrin bir hissəsini biz seçə bilmirik, amma bu yaşlarda, məsələn, bu seminara, bu təlimə, ümumiyyətlə HDC-nin hansı təliminə da məhsuluna qoşulmusunuz, almışsınız, onu bilmirəm. Bura qoşulmaq, bir şeylər eləməyə çalışmaq artıq bizim verdiyimiz qərardır. Yəni. O təcrübənin bizim iradəmizdə olan hissəsidir. Əslində, həyatda, ümumiyyətlə, belə bir yaradılışda bu var ki, iki cür iradə var. Külli iradə var, cüzi iradə var. Bizimki cüzi iradədir. Külli iradə odur ki, bizim qərar vermədiyimiz şeylərdir. Bu ölkədə doğulmuşuq, bu ailədə doğulmuşuq, bu cinsiyyətdə doğulmuşuq, qara qaş, qara göz, sarışın, göy göz və s. Bunlar külli iradədir, hansı ki bizim buna gücümüz çatmır. Amma cüzi iradələr var ki, bugün burada olmaq bir cüzi iradədir. Bugün filan dostlara sahib olmaq, filan yerdə oxumuş olmaq, filan kitablar oxumaq ya da oxumamaq. Bunların əksi də var təbii ki. Bunlar artıq cüzi iradələrdir, bizim verdiyimiz qərarlardır. Bu təsir edən amillər, ailə, cəmiyyət, travmalar, təcrübələr, öz iradəmizə qədər olan təcrübələr, hamısı bunlar bizim fikrimizi, düşüncə tərzimizi formalaşdıran amillərdir. Baxın, burada belə bir məsələ var ki, niyə biz deyirik ki, burada hər yaşdan insan var, düşünürəm ki, nə bilim, 10 neçədən, yəqin 20-yə qədərdən 40-a qədər insanlar var. Gənc yaşlarda təcrübə etmədən bizə aşılanmış düşüncələr sonra get-gedə dəyişə bilir. Çünki bəzilərindən sonradan razılaşmır. Ağlımız, məntiqimiz və iradəmiz sonradan razılaşmaya bilir. Və sonradan qazandığımız təcrübələr. Baxıram ki, mən 20-li yaşlarımda işte filan tərzdə gördüyüm insanlara qarşı düşüncəm buydu. Artıq elə deyil. Niyə? Çünki həyat təcrübəsi mənə göstərdi ki, yox, hər o şəkildə olan o şəkildə düşündüyün kimi deyil. Misal çəkib şey eləmək istəmirəm. İstər-istəməz şey verəcəm. Məsələn, atıram, uzun saçlı kişilər hamısı pisdir. Özüm uzun saçlıyam, ona görə özümdən misal verirəm. Yəni, məsəl üçün, 20-li yaşlarımda bunu deyirdimsə, 30 neçəsi yaşımda özüm saç uzatmışam. Yəni. Bəlkə də həqiqətən xatırlamıram da, bəlkə də 20 yaşlarımda sorursaydılar, uzun saçlı kişilər haqqında yaxşı şeylər deməyə bilərdim. 30 neçə yaşımdan sonra saç uzatmışam. Bir şeylər bizə o ailə, cəmiyyət tərəfindən ötürülən düşüncələr sonradan dəyişə bilir. Yenə bu da nəyə bağlıdır? Bizim özümüzü sorğulamamıza bağlıdır. Həyat tərzimizi dəyişmək istəyəndə özümüzlə üzləşirik. Məsəl üçün, psixoloqa gedəndə bəzi insanlar, mən də psixoloq olduğum üçün, başqa psixoloqdan mənə şikayətlənir ki, bir ağzını açıb bir şey də demədi mənə. Düzmə edirəm, səhvmə edirəm, bir adam bir yön verər, o qədər pul verib getmişik. Mən də deyirəm ki, onun işi o deyil onsuz da. Onun işi sənin üzləşmədiyin, özündə görmədiyin tərəflərini sənə göstərməkdir. Kənardan baxanda onsuz da doğru mu, yanlış mı olduğunu sən özün görəcəksən. Görəcəksən, ondan sonra özün dəyişib doğru olan tərəfə, doğru bildiyin tərəfə getməyə davam edəcəksən. İndi bizim də burada o ailədən qalan, cəmiyyətdən və s. işte hardan qalıbsa, o düşüncələri düzmü, doğru, yanlış mı olduğunu görməmiz üçün üzləşməmiz lazım. Əslində üzləşmək hər şeyin başıdır. Düzəlmənin başı odur. Üzləşmək düzəlmənin başıdır. İkinci, necə düşüncə tərzimizi düzgün formalaşdıra bilərik? Bu da elə, yəni eyni şeydən başlayır. Köynənin ilk düyməsi kimi. Buradan başlayır. Birinci düymə doğru olanda digərləri doğru gedir. Üzləşməyə başlayanda bir sual soruşanda ki, doğru yoldayım mı, doğru mu düşünürəm? Əslində, yenə ən başda dediyim həyatı sorğulamaq ya da həyatı müşahidə eləmək bizə doğruları göstərir. Bir şeylərin yolunda getmədiyini müşahidə eləyəndə görə bilirik. Və sonra ikinci sual olur ki, niyə yolunda getmir? Üçüncü sual olur ki, problem hardadır? Yavaş-yavaş o dərinə doğru gedirik. Burada profesional dəstəyin olması çox vacibdir. Yaxşı olar ki, profesional dəstək alaq və o sualı biz özümüzə yox, bir kənardan bir başqası bizə soruşsun. Özümüzü müşahidə eləyərək və yanlış inanclarımızı dəyişdirərək düşüncə tərzimizi pozitiv istiqamətdə yönləndirə bilərik. Amma düşüncəmizin yanlış olduğunu hardan biləcəyik? İnanclarımızın yanlış olduğunu hardan biləcəyik? İşte bu
İki şey. Bir, özümüzün yaşadıklarımızı müşahidə edərək, İngilislərin bir sözü var, hansı ki, something is wrong, nəsə səhvdir. Bir şeylər, burada nəsə bir problem var. Bunu hiss elədiyimiz anda ikinci addım o gəlməlidir ki, problem hardadır? Burada artıq ya özümüz oturub özümüzü müşahidə eləməliyik, təlimlərə qoşulmalıyıq, kitab oxumalıyıq, ya da yaxşı olar ki, professional bir dəstək alaq. Professional dəstək alaq dediyim psixoloqa müraciət eləməkdir. Psixoloq getmək üçün dəli olmağa ehtiyacı yoxdur. Hər birimizin ehtiyacı var. Psixoloqlar özləri də seans alırlar. Onda biləsən, ən böyük dəli onlardır, əgər dəlilikdirsə. Bizə potensialımızı reallaşdırmaqda nələr mane olur? Bunlar hamısı, baxın, düşüncə tərzinin, mindsetinin alt başlıqlarıdır. Mentalitet daha dar qalır. Ona görə mentalitet yox, mindset dövrüdür. Çünki bir vaxtlar mentalitet əslində, mən gənclərlə danışanda deyirəm ki, düşünməyin ki, mentalitetdən gələn hər şey yanlışdır və qərbdən gələn hər şey doğrudur. Yox. Ya da mentalitetdən də yanlışlar var. Yəni, düşünməyək ki, onlar böyükdür deyə düz deyirlər və hər dedikləri doğrudur. Yox, o da düzgün bir yanaşma deyil. Hər şeyə biraz seçici baxmamız lazım. Belə bir götür-qoy eləməmiz lazım. Mentalitet, mindsetin bir alt başlığı ola bilər. Onlar rəqib deyirlər əslində. Mentalitet mi, mindset'i mi seçək? Hər ikisini seçə bilərik. Çünki hər ikisinin rolu və yeri başqadır. Mindset daha geniş bir ifadədir. Mentalitet onun bir alt başlığıdır. Bugün üçün bizim duyğularımıza və düşüncələrimizə təsir edən amillər çoxdur. Baxın, mən belə bir misal çəkeyim. Mənlə yaşıd olanlar bunu daha yaxşı başa düşəcək. Digərləri üçün mən də təsvir eləmiş olum. Bu dövrdə valideyn olmaq da daha çətindir, övlad olmaq da daha çətindir, müəllim olmaq da daha çətindir, dərs oxumaq da daha çətindir. Əslində, bu dövrdə doğru olanı eləmək daha çətindir. Çünki bunu niyə deyirəm? Yaşlılar də əvvəlki nəsil, mənim də bir üst anam, atam yaşındakılar, gənc nəsli qınayır ki, sizin dövrünüz asandır. Texniki olaraq asan görünə bilər. İşte ChatGPT-lər, internetin özünün ChatGPT-lərə dünən çıxıb da, dünənə qədər də internet vardı və hər şey çox daha rahat idi. Əvvəlki dövrlərə baxmış. Mənim dövrümdə belə bu dövrə baxmaq çətin idi. Bir də düşünün ki, məndən də əvvəlkiləri bir-iki əvvəl daha dinozavrlara gəlib çatır. O dövrdə bir şeylər texniki olaraq daha asan ola bilər. Amma bu dövrdə bir şeyə fokuslanmaq, məsələn, dərs oxumağa fokuslanmaq çox çətindir. Çünki fokusumuzu dağıdan ən qədər şey var. Bu dövrdə uşaqların çıxıb küçədə oynamağı, real həyatda ünsiyyətdə olmağı çox daha çətin. Niyə? Çünki virtualda çox daha maraqlı şeylər var. Mən həmişə özüm də etiraf edirəm. Deyək ki, mən dərs keçirəm, deyək ki, 3-cü siniflərə, 5-ci siniflərə 10-11 fərqi yoxdur. Yəni, o telefondakı şeylər Hüseyndən daha maraqlıdır. Mən niyə dirəşim ki, yox, mən daha maraqlı müəlliməm. Yox, oradakı telefondakı şeylər daha maraqlı. Hətta mən özüm də qəbul edirəm ki, məndən maraqlılar. Yəni, mən özümü mü seçərdim dərsimdə oturmağı, yoxsa telefondakı şeylərə baxmağı? Mən telefondakılar özümü seçməzdim. Uşaq niyə mən seçsin? Dərs çətindir, çünki onun fokusunu dağıdan ən qədər şey. Valideynlik də çətindir, çünki uşağını qoruması gərəkən şeylər çoxdur. Və biz insanların da deyək ki, sadəcə özümüzü, fərdimizi götürsək, çünki burada söhbət valideynlikdən, uşaqlıqdan, müəllimlikdən getmir. Fərd olaraq mindsetimizi düzgün formalaşdırmaqdan gedir. O qədər çox məlumat gəlir, o qədər dəyişkənliklər var, o qədər sürətlə dəyişir ki, biz doğrunun nə olduğunu, yanlışın nə olduğunu anlayana qədər yenə bir ölçülər yenə dəyişir, yenə dəyişir, yenə dəyişir. Və biz qalırıq ki, bəs mən mindsetimi nəyə görə formalaşdırım? Mentaliteti görə formalaşdırım, ata-babalara görə formalaşdırım, qərbə görə formalaşdırım. Nəyə görə formalaşdırmalıyım ki, mən artıq atdığım addımları ona görə atım, puzzle'ları düzgün yerə qoya bilim? Qaşıqçı əlması deyə bir əlmas var. Onun tərkibindəki kimyəvi düzülüş karbon kömürdən bir neçə kiçik fərqlə dəyişir. Yəni, məsəl üçün, deyək ki, A, B, C, D düzülürsə, bu D ilə C-nin yeri dəyişəndə kömür olur. A, B, C, D olanda, məsəl üçün deyirəm, bu olur əlmas. Baxın, həyatdakı bəzi məqamlar var ki, onların biz yerini dəyişəndə qəlbimiz ya da düşüncəmiz olur kömür, düzgün sıraya qoyanda olur əlmas. Və bunu, bugün bu da mindset. Set ümumiyyətlə qurmaq deməkdir də İngiliscə. Deyək ki, onu düzgün qurmaq, baxışı, duyğuları, düşüncəni deyək, təfəkkür daha geniş bir ifadədir, təfəkkür. Təfəkkürü formalaşdırmaq çox çətindir, çünki
təfəkkürümüzə olan hücum çoxdur. Və biz doğru ilə yanlışı nəyə görə ölçək? Ölçü vahidləri dəyişir. Sən birini tutuzdurmağa çalışırsan, sonra yenə dəyişir, sonra yenə dəyişir. Burada tapmamız gereken şey əslində o gözümüzün qabağında olan amma görəmədiyimiz içdir, məndir. Burada baxın, kimlərsə ola bilər, dindar insanlarda bu biraz daha rahatdır. Onlar həyatın şeyini tapıblar, crackini tapıblar, o tipsləri var onlar. Çünki onlara zaten hazır set verilib ki, bunlar doğrudur, bunlar yanlışdır, bunlar haramdır, bunlar halaldır, bunlar günahdır, bunlar savabdır. Bu artıq hazır bir set var, o mindset verilib. Dolayısıyla ona uyğun davrandıqca həm də xoşbəxt olurlar. Çünki doğrunu elədiyini inandığın zaman xoşbəxt olursan. Amma əgər belə bir bağlı bir mənəvi bir bağ yoxdursa, onu sonradan tapmaq biraz daha həyat təcrübəsi gərəkdirir. Çox diqqətli olmaq lazım olur onda. Müşahidəni çox güclü eləmək lazım olur, çox mütaliə lazım olur. Əlbəttə bu o demək deyil, dindar insanlar, inanclı insanların oxumağına, həyat təcrübəsinə ehtiyacı yoxdur. Yox, təbii ki, orada da var. Və burada bir saniyə üzr istəyirəm. Özümüzü müşahidə edərək dəyişdirmək məsələsi odur ki, doğrular və yanlışlar tez-tez dəyişdiyi üçün biz davamlı özümüzü müşahidə eləməmiz lazım. Hər addımımızı müşahidə eləməmiz lazım. Burada bu mövzuyla bağlı həmişə verdiyim bir misal var. Dəyişən bir dövrdə, baxın, davamlı dəyişən bir dövrdə düzgün dəyərlərə sahib olmaq və həm dəyişmək, həm də dəyişməmək üçün pərgəl misalı var. Pərgəl misal. Bunu çox sevirəm. Baxın, pərgəl bilmirəm, ən son nə vaxt istifadə eləmişsiniz, ümumiyyətlə istifadə eləmişsinizmi? Pərgəlin belə bir şey olur, istədiyin bucaqda aça bilirsən. Həndəsədə istifadə olunan bir alətdir. Bir ucu batır dəftərə və digər ucunda karandaş olur və bir tam dairə çəkirsən. İstədiyin qədər buradan bucağı ayarlayaraq, tənzimləyərək radiusu özünü təyin edib çəkirsən. Baxın, bizim bir ayağımız pərgəlin iynəsi kimi batmalıdır sabit bir yerə. Digər tərəf dönməlidir. Bu dönən tərəf, baxın, bizim axtaran, araşdıran, hansı ki, yeni dövrdə nə dəyişirsə, mən də nələri qazanmalıyam, geridə qalmamalıyam. Bu, digər tərəf axtaran tərəfimizdə. Amma o batılı qalan, dəyişməyən tərəfimizdə hər kəsin özünə aid seçdiyi dəyərlər. Mikrofonu bağlaması biz də yatacağıq. Və bu digər tərəf isə dəyərlərimizə bağlı qalan tərəfimizdir. Hansı ki, kimin nəyə inandığı burada artıq çox da önəmli deyil. Bir şeyləri özünə dəyər bilməlidir. Burada artıq mentalitet də var, burada artıq mənəvi dəyərlər də var. Çünki hər cəmiyyətin, hər toplumun özünə aid dəyərləri var. Bunun hansındansa mütləq üstə düşməsinə ehtiyac yoxdur. Bugün bir yoldaşla danışanda bizim cəmiyyətə aid mənim doğru gördüyüm bir şeyi misal çəkdim. Burada misalı çəkməyəcəm. Dedim ki, əslində bundan işte filan ölkələrdə də var. O daha belə bir normal qarşılasın deyə. Sonra baxdım ki, mən niyə bu misalı verdim ki? Yəni, varsa ki, ümumiyyətlə o xaricdə yoxdur, başqa bir yerdə. Yəni, bunun doğru olması üçün başqa cəmiyyətlərdə də olmasına ehtiyac yoxdur ki, bu zaten doğru olduğu sınaqlardan keçib, təcrübədən keçib. Belə bir tərəfimiz var. Filan şey var, filan şey filan kəslər də eləyir. Filan ölkələrdə də olur. Buna ehtiyac yoxdur əslində. Bu batan tərəf sadəcə məndə ola bilər. Yəni, bu kiməsə görə dəyər olmaya bilər, amma mənə görə dəyərdir. Azərbaycana görə, Şərqə görə, Qafqaza görə, başqa bir şey demirəm, Türk, müsəlman demirəm. Qafqaz, Şərq və bunlara görə, bu cəmiyyətə görə, bu ölkəyə görə doğru ola bilər və heç də şey deyil, yəni, hamısı tukaka, pis, nə bilim, mentalitet deyil. Doğrularımız var. Sadəcə ona bağlı, ondan sonra gəzəndə biz gözəl bir dairə eləyə bilirik. Amma bu davamlı oynayanda, bu nə qədər düzgün oynasa da tutuzura bilmir. Yəni, tam bir dairə olmur. Qırıq-qırıq xətlərdən ibarət, heç bir adı olmayan, bir figura oxşamayan bir figura dönür. Potensialımızı reallaşdırmaqda nələr mane olur? Yenə düşüncə tərzi ilə bağlı. Məsələn, özümüzə inamsızlıq, qorxular və yanlış düşüncə nümunələri bizi potensialımızdan uzaqlaşdırır. İşte özümüzə inamsızlıq da oradan yaranır. Yanlış nümunələr, düşüncə nümunələri də oradan yaranır. Ümumiyyətlə, potensialımızın bunu bir kərə qəbul eləməmiz lazım. Bunun iki ucu var. Biri çox pafoslu. Sən hər şeyi bacararsan. Yox, elə bir şey yoxdur. Hər kəs hər şeyi bacarmaz.
Məsələn, mən çox yaxşı səs sənətçisi ola bilmərəm. Gitarda ifa edirəm, bir balaca da ona uydurub oxumağa çalışıram, amma mən səs sənətçisi ola bilmərəm. Yəni sadəcə bir balaca orada nəsə işte ortam boşluq qalmasın deyə nəsə oxuyuram. Amma bu demək deyil ki, mən çox yaxşı sənətçi ola bilərəm ya da rəssam ola bilərəm ya da nə bilim çox yaxşı fizik ola bilməyəcəyim şeylər də var. Ona görə bunun iki ucu da təhlükəlidir. Çox pafos ki, hər şey ola bilərsən, çalışarsansa hər şey yox, hər şey yox. Bir şeyi çox yaxşı eləyə bilərik. Belə bir gözəl bir ifadə var. Sən hər şeyi yaxşı eləyə bilməzsən, amma bir şeyi çox yaxşı eləyə bilərsən. Ümumiyyətlə onu üç versiyada göstərirlər. T kimi insanlar var. Bir çox şeydən xəbəri var, belə bir çox şeydən xəbəri var. Bir şeyi dərinləməsinə bilir. T kimi insanlar var. Hər şeyi biraz bilir, amma heç nəyi dərinləməsinə bilmir. Bir də I kimi insanlar var. Bir dənə şey bilir, onda çox dərinləməsinə bilir. Yəni, bu hər kəsdə fərqlidir. Məsələn, məncə düşünürəm ki, mən T kimi insanam. Bir çox şeydən xəbərim var, amma bir şeyi dərinləşməyə çalışmışam. Müəyyən qədər bacardığımı düşünürəm. Hər kəs bir şeyləri çox yaxşı eləyə bilər, amma hər şeyi yox. Yəni, bu cümlənin bir tərəfi, bir ucu pafosdur ki, bu son dövrlərdə bu şey çoxdur. Kainata müsbət enerji göndər, hər şey yaxşı olacaq, nə bilim, zəngin olacaqsan, özə tez zamanda olacaqsan, mütəxəssis olacaqsan, 2 ayda olacaqsan. Və bu düşüncə tərzi də sonraki adımları formalaşdırır. Adam dil öyrənmək istəyir, 2 ayda öyrənmək istəyir. Adam Java'da yazmaq istəyir, proqram yazmaq istəyir, 4 ayda olmaq istəyir. Zəngin olmaq istəyir, Porsche almaq istəyir, 2 ildə almaq istəyir, nə bilim, şirkəti böyütmək istəyir, 1 ildə eləmək istəyir. Bu artıq növbəti addımlar buradan zəhərlənir yəni. Ona görə potensialımızı reallaşdırmaqda nələr mane olur? Qorxular var, düzdür. Yanlış nümunələr var. Məsələn, kənardan gələn, deyək ki, demotive edən fikirlər var ki, əşi bizlik deyil, sən nə bilərsən, işte, sənəm qalıb, bizəmi qalıb, biz hara, bu fikirlər hara, bu kimi fikirlər potensialımızı reallaşdırmaqda mane olur. Bir də əzbərlər var cəmiyyətimizə xas. Məsələn, daydan yoxdursa olmaz. Nə bilim, işte, belə bir şey ifadələr var ki, nə bilim, deyir, filan kəs 5 dil bilir, amma deyir, iş tapa bilmir. Çünki orada artıq şeyi yıxıb sürür, oxumaq lazım deyil, yıxıb sürür. Mən də həmişə deyirəm ki, o 5 dil bilir dediyiniz adam böyük ehtimal ki, ana dilini də bilmir. 5 dil bilib iş tapa bilmirsə, adamın başqa yerlərində problem var demək ki, yəni ya ünsiyyəti bacarmır, ya onu göstərə bilmir, ya da 5 dənə dil bilmək hər yerdə işə yarayacaq deyə bir şey yoxdur. Məsələn, mən bu dəqiqə 5 dil bilən bir adamı mütləq işə alaram mı, bilmirəm. Yəni, niyə alım, lazımdır mı mənə? Ya, bu hər yerdə iş tapa biləcək deyə bir şey yoxdur. Yəni, bu əzbərlər var ki, cəmiyyətdə formalaşan, hansı ki, bunlar yaxamızı buraxmır. Burada da yenə oturub bir düşünmək lazım ki, bununla bağlı məsələn, koçlar var, yenə psixologlar ola bilər. Koçlar daha qısa yoldan aparar bəlkə də ora. Özünə inamsızlığın, bunların belə deyək də, bu fikir yanlış deyib keçmək istəmirəm. Özünə inamsızlıqla necə üzləşmək lazımdır? Özünə inamsızlıq hansı yönləndirsə və o bacarmaq istədiyi mövzudakı əlindəki texniki tərəfləri ortaya qoymaq lazımdır. Məsələn, mən ingilis dili müəllimi olmaq istəyirəm, nəyim çatmır? İngilisini yaxşı bilmirəm, o zaman ingilisini öyrənməliyəm. Proqramist olmaq istəyirəm, nəyim çatmır? İşte, proqram dillərini bilmirəm, onları öyrənməliyəm, kursa getməliyəm və s. Bu inamsızlıq ancaq bu şəkildə. Çünki pafosda bir yerə qədər. Şimdi motivasiyamı, disiplinmi? Çox qəşəng bir, hətta belə bir maraqlı bir video vardı ki, motivasiya gedir, bir yerdə düşür, disiplin amma sabit gedir. Və burada bu ikisinin fərqi odur ki, motivasiya ilə insanları qaza gətirib, içi boş qaza gətirmələr bir yerdən sonra saxlayır, çünki ardı gəlmir. İnamsızlıq o zaman yaranır. Hansı ki, o deyir ki, qorxurdu, ona deyir ki, sən bacararsan, inandı və başladı eləməyə, gördü, yenə alınmadı. Çünki problem orada onun şəxsi qabiliyyətində deyildi, texnik olaraq ona hazır deyildi. Planlamalarda da bu səhvlər olur. Məsəl üçün, insan planlayır ki, mən bugün filan qədər iş görəcəm, ya da filan qədər kitab oxuyacağım, filan qədər yerə gedəcəm, gedə bilmir və deyir ki, mən bacarmıram. Problem orada onun qabiliyyətində bacarmamağında deyil, yəni mindset. Yanlış düşünürdü, o bugün o qədər iş görə bilməzdi zaten. Bir başqası da olsa eləyə bilməyəcək. Problem onun qabiliyyətində deyildi, problem onun planlamasındaydı, mindsetindəydi. Burada da eyni şəkildə bizə mane olan məsələlər nədir? Qorxulardır, amma onların üzərinə gedək, onu dəyişə bilərik. Yanlış düşüncə nümunələrində bunu artıq doğru düşüncə nümunələrini misal çəkib, onları bir-birindən belə necə deyək, də cancel eləmək lazımdır.
Sabit və inkişaf yönümlü düşüncə tərzləri. Sabit düşüncə uğursuzluğu şəxsi qəbul edərkən, inkişaf yönümlü düşüncə onu bir fürsət kimi görür. Eyni məsələdə əslində bir o özünə olan güvəni düşən bir adam onsuz da yarpaq düşsə özündən biləcək. Yəni küçədə kimsə yıxılsa özündən biləcək. Nə bilim, hər hansı bir problemi özündən biləcək. Burada balans məsələsi var. Bu mövzunu, bu başlıqla bağlı ən vacib açar söz balans sözüdür. Özündən bildiyi qədər özündən bilməməsi də lazım. Çünki mən ümumiyyətlə şans məsələsinə inanmayan bir adamam. Bəlkə də içimizdə inananlar var. Yəni mənə görə şans deyə bir şey yoxdur. Yəni maksimum burada indi inancıma aid nələrsə misal çəkmək istəmirəm, çünki burada məsələ şeyin deyil. Özüm üçün desəm, mən qismət deyə bilərəm maksimum. Ki, qismət də yatan yerdən formalaşmır da, çalışman lazım. Heç vaxt, məsəl üçün, elə bir Quran-ı Kərimdə ayə var ki, nəticələri çabalarınıza bağladıq. Yəni, çox belə ədalətli bir cümlədir, yəni. Nəticələri çabalarımıza bağladıq. Yəni, nəsə eləsən olacaq, nəsə eləməsən olmayacaq. Buradakı da uğursuzluqda da ya da uğurda da, məsələn, uğurda tamamən özümüzdən bilməmemiz lazım. Əgər komanda işidirsə, komanda ilə bərabər ya da o işdə vəsilə olan, kömək olan, səbəb olan kimlərsə varsa onlar. Uğursuzluqda da eyni şəkildə. Bəzən hazır deyilik, demək ki, ümumiyyətlə uğursuz olduğunu qərar verməyin özü bir ayrı bir prosesdir. Məsəl üçün, 10 dənə yol varsa yoxlanacaq, eləyəcək, onunu da eləmədən buraxmaq, 9-da buraxmaq belə oradakı uğursuzluq tez buraxmaqdır, yəni vaz keçməkdir. Oradakı uğursuzluq sən o işi bacarmadın deyil. Bacarmadığın şey vaz keçməməyidir, yəni vaz keçməməyi bacarmadın və vaz keçdin. Yəni buraxmaqdır, pes etməkdir oradakı uğursuzluq. Amma uğursuzam demək üçün, bu iş alınmadı demək üçün 10 yol varsa onu da yoxlamaq lazım. 100 yol varsa 100-ünü də yoxlamaq lazım. Ki, bugün uğurlu olan kimə istəyirsiniz baxın, kimə istəyirsiniz baxın, o sahədə demək ki, əlinə gələn hər şey eləyib ondan sonra olub. İndi içi boş uğurlar ola da bilər. Sözsüz ki, kimsə harasa gəlib, hak etmədiyi halda gəlib falan. Zaten onları uğurdan saymırıq. Amma gerçəkdən bir şeyin ötəsinə gələn bir insan nəyə istəyirsiniz baxın, hamısının arxasında bir çalışma var. Cem Yılmaz'ı mən çox sevirəm, bilmirəm, əminəm ki, burada da izləyənlər vardır Cem Yılmaz'ı. Zarafatla deyirəm ki, mən insanları iki yerə bölürəm. Cem Yılmaz'ı sevənlər və sevməyənlər. Sevməyənləri mən də sevmirəm. Bu da zarafat idi. Onun gözəl bir sözü var ki, deyir ki, uğurun arxasında ki, tək gerçək, ifadə biraz kobud olduğu kimi deyəcəm, it kimi çalışmaqdır. Gerisi süstür deyilən, bəzək düzək deyən. Yəni, o kifayət qədər çalışandan sonra da alınmırsa, biz artıq ona uğursuzluq demirik, biz dedik ki, artıq demək ki, belə olması lazımmış. Bugün üçün hazır deyildim, bir daha eləməm lazım. Bununla bağlı Man of Honor deyə bir film var, onu izləməyinizi tövsiyə edərəm. Cuba Gooding'in, Robert De Niro falan orada belə assorti yığılıb, yəni belə əjdahaların rol oynadığı bir filmdir. Man of Honor. Türklər onurlu bir adam deyə tərcümə ediblər, səhv eləmirəmsə. Bununla bağlı təbii ki, çox belə maraqlı filmlər var. İlk o gəldi ağlıma. Onu izləmənizi tövsiyə edərəm. Belə, sabit düşüncə uğursuzluq qəbul edərkən inkişaf yönümlü düşüncə onu bir fürsət kimi bilir. Alınmayanda burada əgər sabitdə qalırsa, sabit onu bacarmadım, saxlayayım deyirsə, inkişaf yönümlü düşünün, bir dənə baxın, kiçik bir dəyişiklik. Sabit və inkişaf yönümlü mindset. Birisində olduğu yerdə qalır, alınmadı deyib, buraxır. O birisində deyir ki, tamam, alınmadı, boşluqlarıma baxım. Nəyə görə alınmadı? Filan şeyə görə alınmadı. Bunu düzəldim, təkrar davam edeyim. Belə. Üzr istəyirəm. Qurban psixologiyasında olmaq. Bu dövrdə mən burada artıq psixoloq rolumdan çıxış eləyəcəyim. Özünü daim qurban kimi görən insanlar məsuliyyəti üzərindən ataraq həyatda pasiv qalırlar. Bizim cəmiyyətdə bu çoxdur. Çünki ümumiyyətlə, bütün cəmiyyətlərdə bu vardır. Hər kəs travma alır. Baxın, travması heç kəs yoxdur. Ən gözəl ailələrdə böyüyən insanlar belə travma alır. Mütləq ki, bir şey nələrsə alır. Lap ağır travmaları da olan insanlar var. Mən belə bir iddiam var ki, deyirəm ki, bunun travma olduğunu anladığın an düzəlmə başlaya bilir. Deyirsənsə ki, mən travma almışam, mənim filan travmam var.
Demək ki, artıq bir fərqindəlik yaranıb. Demək ki, bilirsən ki, həyatını sən özün tamamilə, sən özün dizayn eləmədiyin yerlərdə, bayaq ki, o dediyimiz cüzi iradənlə külli iradəyə hökm eləyə bilmədiyin anlarda başqalarının sayəsində sən travmalar almısan. O söz ağzından çıxdığı anda fərqindəlik yaranıb deməkdir. İkinci addım atman lazım. İkinci addım da odur ki, o travmaları düzəltmək. Çünki heç kəsin, bugün uğurlu olan heç kəs üçün deyə bilmər ki, onun travması yoxdur. Onun çox sadəcə travması varkən belə eyni zamanda çalışıb. Travmalarını üçün bəlkə ola bilər psixoloji dəstək alıb, professional dəstək alıb. Niyə professional dəstək deyirəm? Tez-tez deyirəm özdə bunu. Psixoloji dəstək də deyə bilərəm, amma professional dəstək deyirəm. Bu gedib dostla, tanışla, çay içib dərdləşməklə olası bir şey deyil yəni. Yəni, məsəl üçün, mən deyək ki, hər hansı bir travmamla gedərəm bir dostuma, deyirəm, kök işlənə, bir 40 yaşım var, saqqal avartmısan, ağsaqqal adamsan. Bunun mənə deyəcəyi şey odur maksimum. Yəni, onunla da heç bir travma düzəlməz yəni. O anda hə deyərsən, qaza gələrsən. Ya da məsələn, dindar birisi, ayıbdır, haramdır, günahdır, nə bilim, bununla da olası bir şey deyil. Ona görə professional dəstək deyirəm ki, yəni bizi dinləyən və eyni zamanda gerçəkdən o anda yanaşması necə olmalısa o şəkildə yanaşan ki, hər psixoloq da professional yanaşmır, o da ayrı bir mövzu. Məsəl üçün, yəni, misallar çox çəkilir, bu haqda zarafatlar da var artıq ki, yaşanıb ki, zarafatı da var. Deyir ki, getmişdim psixoloqa, dərdimi danışım, o mənə nətər dərdini danışdırsa, özümkini unutdum. Bu kimi şeylər var, nə bilim, gedib kimisə pisləyir, qaynanasını, müdürünü ondan ağız-ağıza verib, ona qoşulub, onu pisləyən mütəxəssislər də var, dırnaq arası. Amma gerçəkdən bir professional dəstək əsla neynəmir, bu kimi yollar, məsələlər yol vermir. Orada qurban psixologiyasındakı da əgər travmanın olmağı qurbanlıqdırsa, hər birimiz qurbanlıq. Olduğumuz yerdə də qalmamız lazım. Amma travma olduğunu anlayırıqsa, demək ki, nəyəsə fərqindəliyimiz var və ikinci addım artıq onun düzəlməsi üçün olmalıdır. Bu ulduz xəstəliyi bu dövr üçün bu dövr münbit bir dövrdür ulduz xəstəliyi. Baxın, bir çox məsələdə, məsələ az öncə psixologiya deyəndə nə deyirlər, ilk reaksiyalar nə olur? Əşi, bizim dövrümüzdə o vaxt travma vardı, indi təzə-təzə çıxıb bu şeylər. İndi moda çıxıb, nə bilim, insanlar bunu bəhanə edir. O vaxtı da var idi travma olan. Affedersiniz, it kimi çırpılırdı insanlar. Eşək balası kimi çırpırdılar. Əlbəttə ki, travma alırdı. Sadəcə o sözü bilmirdi, onu ifadə edə bilmirdi. Desin ki, mən travma aldım. Yəni, fiziki də, mənəvi də travma alırdı bəlkə də insanlar, amma deyə bilmirdilər. Ya da bu yayılmırdı, çox da bəlkə də o illərdə, nə bilim, 74-cü illə, 83-cü illərdə İngiltərədə döyülən bir uşaq deyirdi ki, travmam var, amma biz demirdik. Niyə? Çünki bizdə o məlumat yox idi. Amma travmanın özü var idi yəni. Ulduz xəstəliyi də eyni şəkildə. Hər zaman əslində hər dövrdə olub. Bu içimizdə var əslində, hər birimizin içimizdə var. Məsələ bunu kontrol etməkdir. Sadəcə bu dövr ona müsait, çünki hər şeyimizi paylaşa bilirik. Layıqlar gəlir, layıqlar gəlmir. Gələndə sevinirik, gəlməyəndə sevinmirik, üzülürük. The Social Dilemma deyə bir film var. Onu izləmişsiniz, bilmirəm. İzləməyənlər mütləq izləsin, lütfən. The Social Dilemma. O film sosial şəbəkələrdən danışır. Bugün aktiv istifadə edildiyimiz sosial şəbəkələrin yeni-yeni formalaşdığı zaman ta təpələrində olan insanlar danışır bunu. Netflixdədir, amma bilmirəm, bəlkə başqa yerdə də tapmaq olar. Orada məsəl üçün like-ı çıxardan adam danışır. Deyir ki, biz like-ı ilk çıxardanda niyyətimiz o deyildi. İnsanlar bir-birini like eləsin, təqdir eləsin, afərin desin, kim idi. Sonradan gördük ki, düşünülməmiş tərəflər təbii ki, karvan yolda düzələr. Sonradan gördük ki, deyir ki, məsəl üçün like alanda o ki, eyvallah, hər şey yaxşı, amma like ala bilməyəndə hoppa, düşünmədiyimiz problemlər çıxdı. Nə oldu? İnsanlar artıq depressiyaya girməyə başladı, yarışa girməyə başladı. İçimizdə bu var, yoldaşlar. Hər birimizin içində bu ulduz xəstəliyi var. Potensial var yəni. Əslində, içimizdə bütün duyğuların ya da pis ya da yaxşı yönləri var. Nə qədər basa bilirik aşağı, nə qədər buraxırıq, basa bilmirik. Bunlar önəmlidir. Sadəcə təkəbbür insanın itirdiyi ən zəif yer kibirdir. Bir insanın kibri varsa, ondan uzaq qaçmaq lazım, ətrafımızdadırsa. İçimizdə varsa o kibir, onu da söküb atmaq lazım. Çünki kibir əsla və əsla doğruya getməyə icazə verməz. Amma kibriniz yoxdursa, 5 yaşlı uşaqdan belə öyrənə bilərsiniz. Tələbənizdən də öyrənərsiniz, əməkdaşınızdan da öyrənərsiniz.
Yaşlı bir adamdan da öyrənərsiniz, uşaqdan da öyrənərsiniz. Müşahidə edib ağacdan da öyrənərsiniz, otdan da, itdən də, hər şeydən öyrənə bilərik. Kibir yoxdursa əgər. Bax, o qədər bizi və bayaqdan mövzumuz düşüncə tərzinin formalaşmasıdır, doğru formalaşması, mindsetin düzgün formalaşmasıdır. Ən qabağında duran şey kibirdir yəni. Necə insanlar kibirdən itirib, necə insanlar. Məsəl üçün, ən çox, bu cümləni əminəm ki, hər kəs eşitmişdir. Məsəl üçün, məşhur bir adam var, az görürsən də, ekranlarda görürsən falan filan, heç canlı görməmsən. Ona yaxınlaşan insanlar deyir ki, yaxınlaşdıqca gördü ki, çox belə bir 5 para etməz bir adamdır. Kibirindəndir. Hamısı üçün keçmir təbii ki, yəni məşhur olub, nə bilim, hər mənada zəngin olub, amma kibiri olmayan insanlar da var ki, onlara yaxınlaşdıqca heyranlıq daha da artır. Çox maraqlı bir şeydir. Kibirli insanlara yaxınlaşdıqca uzaqdan kibirlilər də, kibirsizlər də çox yaxşı görsənir. Yaxınlaşanda kibirli insanlar gözündə kiçilir, kibirsizlər daha da böyüyür. Uzaqdan gördüyündən daha da böyüyür. Görürsən ki, sən yaxınlaşdın, amma onun hal və hərəkətində dəyişiklik olmadı. O zaman gözündə böyür, çünki kibri yoxdur. İnsana ən çox itizdirən şey tarix boyunca Adəmdən bu günə, Adəmə inananlar üçün Qabil və Habil məsəl üçün, Qabil və Habil. Yəni, Qabilə itizdirən də kibri idi, yəni. Kibirindən itirdi. Ta oradan, Coşqun bəy demişkən, Adəm babamızdan nəvələri bizə qədər itirən hər kəs kibrindən. Şirkət bazında baxın. Məsəl üçün, bir şirkət qurub, bir dəfə bir podkastda onu dinləmişdim, çox bəyənmişdim o sözü. Deyir ki, gənclərə tövsiyəniz nədir? Podkastın da adını da deyim, onu da izləyin, əgər podkast sevirsinizsə. 2 dənə film demişəm, bir dənə də podkast deyirəm. Bugün məndən bir şey öyrənməsəz də o filmlərdən bir şey öyrənəcəksiniz. Ən azından ona görə garantiləməyə çalışıram ki, bu 1 saatımız boşa getməsin. Sərdar Kuzuloğlu Haddini Aşan Yaşam Rəhbəri deyə bir podkastı var. Spotify-da var, oradan dinləyə bilərsiniz. Orada bir nəfəri dəvət eləmişdi. Ona dedi ki, gənclərə ideyalarla, startaplarla bağlı tövsiyəniz nədir? Dedi ki, ideyalarına aşiq olmasınlar. Mən gözləyirdim ki, fikir sürətlidir də, gözləyirdim ki, aşiq deyəndə aşiq olsunlar deyəcək. Dedi ki, aşiq olmasınlar. Çünki yanlış yoldadılarsa vaz keçə bilmirlər. Çox realist yanaşmaları lazım. Məsəl üçün, mənim də çox elə şeylərim olub ki, demişəm ki, filan şey eləsək, partladacaq. Göründü qardaşın ağaracaq. Amma olmayıb. Vaz keçmək asan bir şey deyil. Bu alınmadı, bizdə demək asan bir şey deyil. Orada da ən böyük maneə kibir. Nə deyərlər kibiri? Bizim cəmiyyət üçün çox yəqin tanış gəldi bu sizə. Nə deyərlər sözü? İnsan övladına, yenə deyirəm, Adəmdən bu günə, artıq kim nəyə inanırsa da, bu günə ən çox itizdirən şey kibirdir. İstər şəxsi həyatda, istər biznes həyatında fərqi yoxdur. Ən çox itizdirən şey odur. Ulduz xəstəliyi də oradan gəlir. Bu biraz içimizdə tamamlanmayan bir şeyi çöllə tamamlamağa çalışırıq. Daha çox like alanda içimizdə o özümü, Hüseyni bəyənməmə tərəfim var. Nəyinəsə görə Hüseynə küsmüşəm, bir türlü affı edə bilmirəm. Like'larım artanda onu biraz affı edirəm. Orada onu tamamlayır. O natamamlıq kompleksi dediğimiz şey odur. Tamamlanmayan tərəfimi içimdəki çöllə tamamlamağa çalışıram. Məsəl üçün, geyim keçimə aşırı dərəcədə, bax, aşırını vurğuluram. Burada xanımlar da var deyir. Çünki xanımlar hər türlü geyim keçimi çox sevir, amma bunu sizin boyunuza qoymuşluq. Vallah biz də sevirik yəni. Nə yalan deyim, biz də sevirik. Saçımızı uzadırıq, saqqalımızı uzadırıq falan filan. Saat taxırıq, onu taxırıq, bunu biz də istəyirik. Amma deyir, biraz sizdə daha zərafətə daha çox önəm verdiyiniz üçün yapı olaraq, anatomik olaraq normaldır. O içdəki əskikliyi, marka düşkünlüyü, markasını paylaşmaq, markanı gözə soxmaq, oturduğu süfrədə bunu kişilər eləyir, maşının açarını düz tən ortaya hesablayıb o tam ortaya qoymaq. Yəni bunlar yəni o artıq gözünə girən markalardan gözü kör olur. Yetər artıq deyirsən yəni. Və bunlar hamısı o içəridəki tamamlanmayanı tamamlamaq çabalarıdır. Amma işin acı tərəfi odur ki, günün sonunda o da işə yaramır. Günün sonunda yenə sən özündən üzləşirsən. Yenə o tamamlamadığın, sağaltmadığın, düzəltmədiyin, tamamlamadığın, o formalaşdırmadığın mindsetinlə üz-üzə qalırsan və yenə xoşbəxt olmursan. Imposter sindromu, bilmirəm, bununla daha önce eşitmişsiniz bu sindromu. Mesela şimdi bu biraz yine uşaqlıqdan gələn travmadır belə deyək.
İnsan öz uğurlarını təsadüfi sayaraq özünü yalançı kimi hiss etməsidir. Məsəl üçün, bir türlü özünə güvənmir yəni. Heç cürə, nə də bacarsa, heç cürə demir ki, mən bunu bacardım. O qədər inamsızdır ki, məsəl üçün, nəsə elədi, alındı, o da ki, təsadüfən oldu yəni. Başqaları elədi, filan kəs kömək elədi, yoxsa məndə yenə alınmayacaq. Yəni, bu inançsızlığına rağmen bir şeylər alınır, bir də düşünək ki, bir də o şey olmasa nə olar? Bizim bu dövrümüz üçün mən sizə belə bir şey deyim. İşə qəbul olmursansa və işdə davam edirsənsə, demək ki, sənin öz şəxsi uğurun çox nadir ola bilər ki, elə insanlar var ki, öz uğuruna görə deyil, həqiqətən də atasının şotuna hardasa ki, onlar da zənn eləməm ki, bu görüşdə onlardan kimisi olduğunu zənn eləmirəm. Onlar zaten belə bir şey ehtiyacı yoxdur. Belə görüşlərə ehtiyacı yoxdur. Amma onun xaricində əgər belə bir duyğu gəlirsə bizə, bunun ən yaxşı yolu texniki datalarla işləməkdir. Mən nələri elədim, bu uğuru əldə elədim. Əgər o kağıza heç nə yaza bilmirsən, həqiqətən təsadüfdür. Yox, amma kağıza yazacağımız bir şeylər mütləq ki var. Bəzən duruşumuz, nə bilim, məsələyə yanaşmamız, dürüstlüyümüz, dəqiqliyimiz, heç bir şey eləməmişəm, fiziki olaraq deyək ki, nəsə eləməmişəm. Deyək ki, gətiriblər nəyisə mənə əmanət ediblər, hansısa işi mənə əmanət ediblər. Bu da mənim özümə aid bir şey deməkdir. Bu da təsadüf deyil, yəni. Əliyə vəliyə yox, gətirib əgər bir şey mənə əmanət ediblərsə, bu da mənim qarşı tərəfə verdiyim bir. Ya da olur ki, məsəl üçün, iş yerində vəzifə artımı olur, ya da deyək ki, vəzifə bölgüsü olur, daha vacib ya da daha yuxarı vəzifəni verirlər. Bu da heç bir müdür deyək də belə çörəyi qulağına yemir. Baxır ki, sən daha yüksəyini qaldıra biləcək potensialda bir adamsan, sənin özünün kəşf eləmədiyin potensialını o səndə görür, ağıllı müdürlərdən gedir söhbət təbii ki, və sənə daha yuxarısını verir. Orada texniki dataları ortaya qoymaq bu sindromdan uzaqlaşmamız üçün ən böyük köməklərdən birisidir. Yenə kənardan dəstək almadan eləyəcəyimiz bir taktikadır ki, texniki data ilə işləmək. Dunning-Kruger effekti də bunun tam tərsidir. Bilik və bacarıq səviyyəsi aşağı olan insanların özlərinin olduğundan çox bacarıqlı hesab etməsi Dunning-Kruger effektidir. Burada da məsələ nədir? Bir işverən olaraq belə CV-lər bu Dunning-Kruger effektini çox görürük. Mən görmüşəm. Məsəl üçün, 300-dən çox CV incələdik bir neçə ay əvvəl. Oradakı şəkil, qoyduğu şəkil, danışıq tərzi, yazması, hər şey qışqırır ki, adamın hələ özündən xəbəri yoxdur. Yəni, o imposter olanın tam tərsidir, yəni. O digər tərəfdə bir əjdaha yatır, amma yatır içində, o üzə çıxarmaq çəkinir. Bu tərəfdə də, baxın, bu effekt bu dövrdə də niyə çoxdur? Bayaq ki, dediyim pafos məsələsi vardır. Sən aslansan, sən kaplansan, sən bacararsan, okey, sən bacararsan, amma bugünkü texniki bacarıqlar ona cavab verirmi, icazə verirmi? Bu bir sual işarəsidir. Yəni, kainata müsbət enerji göndərməklə heç nə həll olmur. Müsbət enerji göndərmək özümüzə enerji verə bilər, amma o işin öhdəsindən gələ bilərikmi? Kesinliklə o mənaya gəlmir. Bu da bizi gerçəklərlə üzləşəndə çox qolumuzu, qanadımızı qıra biləcək bir şeydir. Bunun bir dənə ən böyük negativ nədir, onu deyim, növbəti slayda keçmədən. Buradakı ən böyük negativ odur ki, bayaq necədir ki, dedik, planlamada əgər səhv varsa, insan özünə küsür. Halbuki problem onun planlamasındaydı, potensialında deyildi, özgüvən. Burada da o işlə üzləşəndə, hansı ki, bacararam dediyi işlə bacarmayanda, qırılan tərəfi onun özgüvən olur və ondan sonra bunu bacarmadım, amma bunu bacararam. Ya da bugün bacarmadım, amma sabah bacararam tərəfi də qırılır. Bunun problemi odur. Ona görə bizim bir yoldaş var, o deyir ki, kiməsə bu işdən də alınar deyəndə həmişə bu cümlə ilə başlayır. Normalda inanmadığım bir potensial haqqında əsla danışmaram, məncə sizdə alınar. Çünki əgər olmadığı halda, potensial olmadığı halda desəm, alınmayacaq, siz yarı yolda qalacaqsınız, ona görə boş yerə demərəm. Amma hər kəs o şəkildə yanaşmayanda, sadəcə quru pafosla, sən bacararsanla kimlərisə yola salanda belə bir nəticə əmələ gəlir və nəticəsində adam bunu bacarmadım, amma başqasını bacararamı qalmır ya da bugün bacarmadım, sabah bacararamı da qalmaya bilir, tamamilə özgüvən qırıla bilir. İnkişaf yönümlü düşüncəyə keçid üçün atıla biləcək addımlar özümüzü tanımaq, öyrənməyə açıq olmaq və səhvləri qəbul etmək inkişaf yönümlü düşüncə üçün əsas addımlardır. Birincisi, özümüzü tanımamız lazım. Mən bununla bağlı sizə bir dənə şey tövsiyə eləyərəm.
MBTI testləri var. MBTI. Onu 16personalities.com 16xarakter.com belə bir sayt var. Oradan bu testi eləsəz, öz ümumiyyətlə bir xarakter olaraq hansı tipə aidsiniz? İntroversiz, ekstraversiz, məntiqsəlsiz, yoxsa hissləriniz var? Bir şeydə illərcə qala bilirsiniz, yoxsa araşdırmacısınız? Bu tərəfdən özümüzü tanımağımız, mən illər əvvəl bir dövlət müəssisəsinə işə girmişdim. 3 il işlədim orada. Sonra oradan keçdim o müəssisənin bir yuxarı levelına, 2 il yarım da orada işlədim. O ilk girdiyim, 3 il işlədiyim yerdə müəllimlərlə tanış olurdum. Salam, mən Hüseyin, mən filan. Soruşdum ki, neçə ildir burada işləyirsiniz? Müəllimlərdən biri qayıt dedi ki, mən 25 ildir burada işləyirəm. 30 ildir orada işləyənlər vardı. 30 ildən çox idi orada işləyənlər vardı. Bu ayıb bir şey deyil, pis bir şey deyil. Sadəcə mən onu bacarmazdım. Mən dedilər ki, inşallah sən də bir gün 25 ilin olar. Ürəyimdə dedim ki, nəinki bir yerdə işləmək, mən bir ölkədə o qədər yaşaya bilmərəm. 25 il. Məsələn, mən öz xarakterimi bildiyim üçün girişdiyim işlərdə də birinci ondan tutuzdururam ki, ölçürəm ki, mən bu işi bacararam, burada qala bilərəm, bu qədər yox. Müəllimlikdə belə, baxıram ki, özümə sual verim ki, mən 50 yaşımda da sinifdə dərs keçə bilərəm. Məsələn, gün ərzində 6 saat, 7 saat. Baxdım ki, yox, mən bacarmaram. Yəni, o qədər o vaxtda qala bilməm. Məsələn, uşaqlarla düşərgə eləyirik. Özümü fikirləşirəm ki, 50 yaşımda da düşərgədə ola bilərəm. Bir 3-cü sinif uşaqlarla düşərgədə ola bilərəm. Düzdür, daha çox deyinən bir adam olaram. Bəlkə də tamamilə Şaxta baba kimi ağsaqqal, ağsaç. Amma onu eləyə bilərəm. Ona görə tövsiyə elərdim ki, o testi eləyəsiniz. Enneagram testi var, o da elə xarakter testidir. O testdə nəticənizi görəcəksiniz. Sonra o nəticənizə aid xarakter tipini oxumalısınız da. Orada məlumat var ki, məndə nələr yaxşı alınır, nələr yaxşı alınmaz. Birinci özümüzü tanımamız lazım, inkişaf yönümlü olmamız üçün. Harada olduğumuzu bilməliyik ki, hara gedəcəyimizi, hansı yönə gedəcəyimizə qərar verə bilək. Birinci bilməliyik ki, biz haradayıq? Ya da öyrənməyə açıq olmaq məsələsi. Yəni, dediyim kimi, kimsə mənə deyir, Azərbaycanca belə bir söz var da, deyək bir şey soruşdu ki, öyrətmək kimi olmasın. Mən sözün kəsinə deyirəm ki, yox, öyrətmək kimi olsun. Mən zaten mənə öyrət deyə soruşuram. Bunu deyən adam yəqin ki, məndən yaşlı ya da məndən yaşda böyük birisi deyil. Genəldə səndən yaşca, vəzifəcə kiçik insan onu deyir ki, müəllim, üzr istəyirəm, öyrətmək kimi olmasın, belə eləsəz yaxşı. Mən deyim ki, yox, elə öyrətmək kimi olsun da. Yəni, sən də mənə bir şey öyrədə bilərsən. Yəni, kim deyir ki, sən mənə öyrədə bilməzsən ya da niyə mən öyrənə biləcək potensialda olmayım, yəni hər şeyi bilmirəm, sən məndən nəyisə çox bilərsən. Bu kimi əzbərlər də var bizi biraz saxlayan. Ona görə öyrənməyə tam açıq olmaq lazım və səhvləri qəbul eləmək. Ümumiyyətlə, 2 cür səhv vardır. Texniki səhv var, bir də davranış səhvləri var. Davranış səhvində üzr istəyə bilərik. Mən kiməsə qarşı bir yerə gecikə bilərəm, nə bilim, nəyinsə unuda bilərəm və s. və s. Ben üzr istəmək bu ayıb bir şey deyil. Ərdəm insan, böyük insan üzr istəyər zaten. İkinci texniki səhvləri qəbul etmək də həmən deyək ki, dərsi belə keçdim, baxdım ki, anlaşılmadı. Əvvəllər gənc vaxtlarımda, ilk illərimdə belə deyək, müəllimliyimin ilk illərində uşaqlara ilin sonunda şey yazdırırdım. Anonim yazı yazdırırdım ki, məni və dərs işləmə tərzimi, məni ayrı, dərs işləmə tərzimi ayrıca tənqid edin. Deyim, adınızı yazmaq məcburiyyətində deyilsiniz. Türkiyədəykən bəzi uşaqlar özlərini xüsusilə adlarını yazdırırlar ki, bunu mən döşəmişəm. Bir illik hıncımı alıram burada kağızda. Orada o şeylər mənə çox öyrətdi. Məsələn, mən lövhəyə çox yazı yazmırdım. Bir şagirdim yazmış, hatta çox da elə dərs oxuyan bir uşaq da deyildi. Yazmışdı ki, lövhəyə az yazırsınız, az yazdırırsınız ümumiyyətlə, mən evə gedib təkrarlaya bilmirəm. Çox gözəl bir tənqid və mən ondan sonra bütün illər başladım ki, lövhədə yazacağım şeyləri də planlamağa, dərsi planlayanda onu da planladım ki, lövhəyə bunları yazacağım, ən az bunları yazım ki, uşaq evdə təkrarlaya bilsin və s. Yəni, o səhvləri qəbul eləmək insanı inkişaf elətdirir hər mənada. Şəxsiyyət kimi inkişaf elətdirir, davranışsal səhvlərimizi qəbul eləyəndə, texniki səhvlərdə də bizim o peşə yönümüzdə bizi inkişaf elətdirir. Həyatımızın məsuliyyətini öz üzərimizə götürmək, bu bizi gücləndirərək dəyişim əsasını qoyur. Belə bizim cəmiyyət deyildi, çox şikayətlənmək istəmirəm, amma əskik tərəflərimiz var.
Biz bədəl ödəməyən və bədəl ödətməyən bir cəmiyyətik. Elə uşaqlıqdan başlayır o. Məsələn, uşaq oyuncaqları ilə oynayır, sonra ana yığışdırır. Ata yığışdırmır da, genəldə təəssüf ki, ana yığışdırır, lap ata yığışdırır, nənə yığışdırır. Uşaq bunu yemir, həmən ona bir kalbasa çörək, həmən ona bir kotlet, bir kartof qızartması. Uşaq ağlayır, həmən ona bir dənə falan şey. Elə orada başlayır bizimki. Sonra iş yerinə gəlir, məsəl üçün. Deyək ki, işçi işə gecikir. Məsəl üçün, deyək ki, mən işə gecikirəm, müdürlə də aram yaxşıdır. Bir dəfə gecikirəm, iki dəfə, üçüncüdə mənə cərimə yazır. Deyək ki, maaşdan falan qədər tutuldu, ya da nə bilim, izahat yazdırıldı. Mən inciyirəm dərhal müdürdən. Çünki niyə? Həyatım boyunca bədəl ödədilməyib mənə. Bədəl ödədəndə də onu pislik elədiyi kimi qəbul edirəm. Görürsən, adamla yedik, içdik, çörək kəsmişik falan da, o qəşəng ifadələrimiz var. Duz çörək kəsmişik, sağlıq demişik, onu eləmişik, bunu eləmişik. Adam mənə cərimə yazdı, yəni. Niyə? Çünki bədəl ödəmək kimi bir vərdişim yoxdur. Ödədilməyib mənə. Dolayısıyla mən məsuliyyəti üzərimə almıram. Mən gecikirəmsə, bu mənim problemimdir. Deyirəm, nə olar ki, 5 dəqiqə gözləsində, 10 dəqiqə gözləsində. Ondan uğramaq istəyirəm. Məsələn, bir dostum var, Sərxan Rüstəmov, Libraf mağazalarının PR meneceridir. Sərxan Rüstəmov adlı YouTube kanalı var, izləmənizi tövsiyə edirəm, maraqlı kitab tövsiyələri eləyir. Ona söz vermişəm ki, bütün seminar və təlimlərdə adını çəkəcəm. YouTube kanalının daha çox abunəsini mən yığmışam. Hər nə qədər qədrimi bilməsə də. Onun gözəl bir taktikası var, sizlərə də tövsiyə edirəm, özüm də eləməyə çalışıram. Deyək ki, mən kimləsə görüşüm var, Sərxandan deyək ki, mən görüşəcəm saat 4-dən 5-ə qədər. O mənə saat qoyur, belə bir ucu açıq görüş heç vaxt təyin eləmir. Deyir ki, Hüseyin, 4-dən 5-ə qədər görüşə bilər. Dostluq, yəni illərin dostuyuq. Deyirəm ki, tamam. Mən gec getsəm, Vezran gedirəm ki, Sərxan gecikirəm falan. Deyir ki, narahat olma. Neçədə istəsən gələ bilərsən. Amma görüşü 5-də bitirəcəyik. Çox gözəl bir şeydir. O, deyir ki, 4 ilə 5 arasındakı vaxt mən sənə ayırmışamsa, 5-dən o tərəfə sən məndən oğruyursan. Mən məndən oğruyacaqsan, özündən oğru. Hələ xüsusilə deyək ki, mən ona xahiş eləmişəmsə, görüşək, bir məsələni danışmaq istəyirəm. Odur ki, 4-dən 5-ə qədər vaxtımız var. 4-dən nə qədərsən gec gəl. Amma görüş 5-də bitəcək. Məsuliyyəti mənə yükləyir. Çünki mənəm oradakı məsul şəxs. Əlbəttə ki, bu həyatdır, force major hallar ola bilər, problemlər çıxa bilər və s. və s. Amma bunu hər zaman elə olmur. O suyumuz kəsilmişdi müəllimə, qonaqlarımız gəlmişdi, işlarımız sönmüşdü, ona görə ev tapşırığı eləmədim temaları var idi da, biz uşaq vaxtı ev tapşırığı eləməyəndə. Bu bədəl ödəmə məsələsi. Biz məsuliyyəti başqasına yüklədiyimiz müddətcə, bədəlini ödəmədiyimiz müddətcə gücləndirməyəcək bizi, güclənməyəcəyik. Amma məsuliyyəti öz üzərimizə götürmək bizi gücləndirəcək və dəyişimin, cümlədə dediyi kimi, dəyişimin əsasını qoyur. Ona görə məsuliyyəti öz üzərimizə götürməmiz lazım və qarşı tərəfdən də burada sadəcə şey yox, özümüzə yükləndir, özümüzün inkişafından danışırıq, düzdür. Amma lütfən qarşı tərəflərə də o şeyi bildirməyə çalışmalıyıq. Yəni ki, onlar da hər kəs də bizə qarşı da öz məsuliyyətini özündə bilsin. Yoxsa bu dəyişməyəcək. Götürülü düşüncə, etiketləmək, fəlakətləşdirmək, şəxsi qəbul etmə, malı, məli, düşüncə xətaları və s. Bu düşüncə xətaları gerçəkləri təhrif edərək emosional rifahımıza zərər verir. Bu, əgər düşüncə bazlı deyilsə, məsələn, yanaşmamız zəngin bir düşüncə ilə deyilsə, böyük ehtimal həyat təcrübəsi ilə ağzımız yana-yana öyrənəcəyik bunu. Utanacaq kimisə qabağında səhv eləyib, ön yarğılı davranacaq, onu da dinlənmədən, məsəl üçün, mövzunun içində 2 nəfər varsa, mövzunun içində, az öncə mənə bu seminardan əvvəl bir nəfər mənə dedi ki, qohumum filan kursa gedib, kursun və müəllimin adını çəkmədi əvvəlcə, dedi ki, heç nədə, proqram bitməyib. Mən dedim ki, heç bir rəy bildirməyəcəm. Görürsən, onun kursu, bizim kursa gəlsə deməyəcəm, çünki mən bilmirəm, bəlkə tələbə oxumayıb. 2 tərəfi də dinləmədən verilən qərarlar 90% səhv çıxır. Məsələn, ona görə də məsələn, məhkəmələrdə adam cani deyən 10 nəfər öldürüb, yenə də dinlənir. Yəni, bu həyat təcrübəsi nə vaxt olur? Sən bir neçə dəfə, məsələn, mən bunu eləmişəm, bu səhv eləmişəm. Səhvimdən öyrəndim şey. 20 nə bilim, neçəsə yaşımdaydım, Türkiyədəydim hələ onda. Bakalavr təhsilimi orada almışam. Sosial layihələrdə iştirak eləmişəm. Aktiv yaşamağa çalışmışam o illəri. Bir nəfəri ağ yudum, qara sərdim ki, belə eləmişsən, belə eləmişsən, belə eləmişsən. Axırda bir dənə sual soruşdu. Dedim, nə bilirsiniz həqiqətən o adamın dediyi kimidir? Deyə bilmədim ki, 100% bilirəm. Harada bilirəm? Bilmirəm, 100% bilmirəm axı.
Mənə danışılıb ki, bu filan kəs belə-belə elədi, mən də qaza gəlmişəm, döşədim də dişimin dibindən çıxanı. Dedim, bir də səbriniz çatarsa, bir də dinləyin, mən danışım. İndi bu da danışdı və bu daha ikna edici, daha belə bir sübutlarla danışdı. Sonra digər adamla da görüşdüm, gördüm ki, həqiqətən bu adam, o döşədiyim adam haqlıymış. Orada üzr istəmək çox ağır olur, çox çətin olur. Amma üzr istədim. Və ondan sonraki o mindset dəyişdi ki, iki tərəfi də dinləmədən etiketləmək. Məsəl üçün, bu şəkildə geyinənlər belədir. Bu şəkildə düşünənlər belədir. Buna inananlar belədir. Bunu oxuyanlar belədir. Burada oxuyanlar belədir. Burada yaşayanlar belədir. Bizə var da təəssüf ki, filan hansı rayondansa filan rayondakı belə olur. Etiketləmənin babasıdır bu yəni. Yəni, ən azılı düşman deyək də, belə ən ağır düşmənlərə belə qarşı artıq bir yerdən sonra onu, yəni düşmənlərin olduğu kütləyə belə deyək də, ölkəyə mi, ya da nə bilim, millətə mi, dövlətə mi, nəsilə mi, kiməsə artıq bunu demək, etiketləmək hər zaman bizi səhvə düşürər. Məsələn, bunlardan ən çox negativ təsirlərindən biri də odur ki, deyək ki, o adamdan öyrənə biləcəyimiz yaxşı bir şey var idisə, etiketləmə səbəbi ilə biz onu, həmin o doğrunu, düzgünü ala bilməyəcəyik. Gəncdir, bilməz, nə bilim, filandır, anlamaz və s. və s. Bu kimi, halbuki ala biləcəyimiz nələrsə varkən, ala bilməməyimizə, inkişaf eləməyimizə səbəb ola bilər. Ona görə etiketləmə və önyarğılı davranma, malum əlilər məsələn odur, yəni 100% beləsə belə eləyir, belə olmalıdır, belə etməlidir. Bunlar bizi, o kəskin xəttlər hər zaman bizi uçuruma apara biləcək şeylərdir. Bunların bir hissəsini nə qədər eləsək də həyat təcrübəsi, ağlımız yanmadan öyrənməyəcəyik. Burası 100%, bu dəqiqdir. Bir şeyi net %100 bilmədən o haqda bir şey danışmamaq hər zaman bizi sağlam yerə sağlam basmağımıza gətirib çıxarar. Bəzən olub ki, mənə qarşı bu mövzuda insanlar qıcıq olacaq qədər ki, yəni kör gör hər şey ortada da niyə hələ də bunu inkar edirsən? Mən deyirəm ki, mən %100 bilmirəm də. Yəni sən əminsənsə, okey, sən deyə bilərsən, amma mən əmin deyiləm. Və bunun eləməkdən heç vaxt peşman olmamışam. Çünki niyə? O 20'li yaşlarımdakı yaşadığıma utanç hissi məni hələ də məndə diri qalır, diri saxlayır ki, bir şeydən %100 əmin olmadan rəy bildirməyə tələsmə. Mənim bu mövzu başlıqları deyəcəklərim bunlardır. Mindset-in alt başlıqları bir anekdot danışacaqdım, onu danışım. Sonra əgər sual-cavab olacaqsa o fəslə keçə bilərik. Bunu bağlayıram o zaman. Şey edeyim. Vaxt limitimiz var mı? Vaxtımız bitib mi? Yoxsa anekdot çox da uzun deyil. Gülayx xanım. Vaxtımız bitib. Vaxtımız var, yox, bitməyib. Buyurun. Xeyr, Hüseyin bəy, vaxt. Molla Nəsrəddin bir gün, mən Balakənliyəm. Bizdə mənim uşaqlıq dövrlərində işıqlar axşam saatlarında sönürdü. Daha doğrusu axşamlar yanırdı, 5-də, 6-da falan yanırdı. İşıq yananda bayram edirdik. İşıq, əslində bugün anlayıram ki, işığın sönməyi bayramıymış. Onu bugün anlayıram. İşıq sönəndə biz kitab oxuyurduq. Mən, qardaşım və anam üçümüz olduq. Atam Türkiyədə yaşayırdı. O illərdə orada işləyirdi, işlə bağlı oradaydı. Oxuduğumuz bir neçə kitab var idi. Onlardan biri də Molla Nəsrəddinin Lətifələr kitabı idi. O gün üçün gülə bildiyimiz qədər gülürdük. Sonra illər sonra anladım ki, əslində orada gülməlidən daha çox əslində böyük fəlsəfə var. Onlardan bir dənəsi də ən çox sevdiklərimdən biri bütün bu danışdıqlarımızı, bugün danışmağa çalışdıqlarımı özətləyəcək bir anekdotdur. Molla Nəsrəddin samanlığın qabağında nəsə axtarır və oradan keçənlər soruşurlar da, indi bütün Molla Nəsrəddin anekdotlarında nə qədər oxuyursunuz bilmirəm Molla Nəsrəddin anekdotları. Ümumiyyətlə belə bir rutinə sala bilərsiniz, tövsiyə eləyərəm, gənclər oxusun. Hətta bir dəfə bunu qoyub başqa bir şey danışıram. Ahmet Şerif İzgörənin Avucunuzdakı Kələbək deyə bir seminarı var, onu da izləməyinizi tövsiyə edirəm. Məşhurdur, bəlkə də bir çoxunuz izləmişsinizdir. Orada bir misal çəkir, Kıbrısda universitetdə dərs keçəndə, universitetin son imtahanıdır, dönəmin son imtahanıdır, 2 dənə sual soruşur. Sualın biri dərsə aiddir, 50 bal. 2 sual demək təhlükəli bir şeydir. Yəni, birini yaza bilmədin, 50 bal getdi, keçir balı 70'dir, kəsildin deməkdir. 2 sual soruşur, biri dərsə aiddir. İkinci sualda
Xadimə xanımın adını yazın deyir. Və uşaqlarda deyək hocam zarafat mı eləyirsiniz falan deyir. Zarafat eləmirəm və çıxıb deyir otaqdan çıxdım. Və deyir ki onlar başladılar bir-birindən soruşmağa işte beylər qızlar bilən varmı falan. Heç kəs yazmadı. Və deyir sonra tələbənin birisi yazmışdı ki, deyir, hocam mənə çox böyük bir dərs verdiniz. Böyük ehtimal bu dərsdən kəsildim. Amma mən dərsimi aldım falan. Deyir həmin o uşaq keçdi. Sonra bir neçə gün sonra deyir həmin o şey xanım danışanda qəhərlənirəm, gözümdə canlanır o an. Deyir, həmin xanım yaxınlaşdı, mənə kənddən bir pendir gətirmişdi. Dedi ki, hocam uşaqları nə eləmişsə bilmirəm, hamı gəlib mənə adımı soruşur və gözümün içinə baxıb adımı çəkərək salam verirlər. Mən bunu işlədiyim dövlət məktəbində elədim. Yazdım ki, 15 dənə müəllimin adını, müəllim yox, işlədiyim yer təyinatlı bir məktəb idi. Orada rütbəli və vəzifəli insanlar var. Rütbəlilər və onların adlarını, müəllimlərin adlarını 3 nəfər də xadimə adı yazdım. Yeməkxanada, məktəbdə və yataqxanada işləyən 3 xadimənin sadəcə adını yazmanız kifayətdir. Əlbəttə ki, mən Ahmet Şevik görəndən sonra eləmişdim. Yaxşı şey oğramaq lazımdır. Və uşaqlar dedilər ki, müəllim zarafat mı edirsiniz? Zaten mən onlara görə çox qeyri-adi şeylər eləyən, dəli, manyak, qaydın Türkiyəyə falan belə çox maraqlı təkliflər olurdu. Dedim ki, uşaqlar, buna da bal verəcəyəm və həqiqətən ona da bal verdim. 5 sual idi məndə, 2 sual o qədər də şey eləyə bilmədim, vicdansız ola bilmədim. Və uşaqlar 3 dənə ad yazan yox, 2 dənə ad yazan da yox idi. Yəni soyadı zaten istəməmişdim. Sonra uşaqlar dedim ki, dedilər ki, bunun izahını verərsinizmi, niyə belə bir şey soruşdunuz? Növbəti dərs qiymətləri açıqladım. Oradan bal almayanlar 2 aldısa 2 aldı, 3 aldısa 3 aldı, hamısını da jurnala köçürdüm. Ümumiyyətlə, müəssisələrdə işləyərkən həmişə bir dənə sloqanım olub və o sloqan məni çox qoyub. O da bir mindset idi məncə, mövzumuza aid desə. Mən həmişə deyirəm ki, maksimum məni işdən qovarlar. Yəni. Elədiyim şey doğrudursa, mən bunu eləməliyəm, izah eləyərəm. Anlayar, icazə verərlərsə, nə gözəl. Yox, anlamaz, icazə verməzlərsə, bir şəkildə eləyərəm, maksimum işdən qovarlar. Buradan qovarlar ki, başqa bir də işlə taparım. Yəqin ki, şey eləməzlər. Elə deyə axırda işdən qovdular zaten. Uşaqlar dedim ki, mən bunun sizə bir anekdot danışacağım onunla. Dedim, bir gün Molla Nəsrəddin gedir bir məclisə gedir və heç üzünə baxan olmur. Orada axırda masanın ucunda bir də otuzdururlar. Şirkəti qabanın üzəməli yemək satda qoymurlar. Molla baxır, belə pis olur. Təbii ki, Molla məşhur bir adamdır, tanınan bir adamdır, sayılan, sevilən bir adamdır. Gedir evə, libas ilə, belə bərli bəzəkli, zərzibonlu bir paltarını giyinir, gəlib içəri girən kimi məclisə gözə çarpır. O, Molla, xoş gəlmişsən, gətirib masanın başını otuzdururlar və deyirlər ki, gətirib qabanı böyük bir aş qabı da qoyurlar, o da çıxardır paltarını, üstündəki o libası çıxarır, soxur o qabın içinə, deyir ki, ye kürküm, ye. Yəni, bu kürkə görə, üstündəki paltara görə səni veriblər də, yeməyi sənə veriblər, mənə yox, ye kürküm, ye. Bu anekdot uşaqları danışmadım, uşaqları dedim ki, bu sualları soruşmamın səbəbi o idi ki, baxın, zabitlərin adını bilirsiniz, müəllimin adını, zabitlərdən çünki işiniz keçir, balınız var, onu kəsməsinlər, müəllimlərdən işiniz keçir, qiymət yazırlar. Amma bu xadimələrin heç üzünə də baxmırsınız. Və xadimələr sonrasında çox maraqlıdır ki, digər xanım müəllimələrə demişlər ki, Hüseyin müəllim onlara nə inib bilmirik, amma gəlib bizə adlarımızı soruşdular. O, Ahmet Şevik iz görəndə olan şey burada da oldu. Çünki insan insandır hər yerdə. Yəni, Qubanın xınalındakı da eyni insandır, Londondakı da eyni insandır. Hər şey. Mən də təbəssüm elədim. Mənim özümə demədilər onu. Biraz məsafəli davranırdım. Amma nəticə əsas o önəmlidir ki, mənə desinlər, mənə təşəkkür etsinlər. Amma nəticə yerinə, uşaqlar dedim ki, uşaqlar, ye kürküm, ye məsəlidir bu. Dedim, nə deməkdir o? Dedim ki, Azərbaycan dil müəllimənizə soruşarsınız. Sən demək, gözünə döndüm, o da bilmirmiş onu. Azərbaycan dil müəlliməsi gəlir, deyir ki, müəllim belə bir şey deyir, ye kürküm, ye. Nə məsələ? O deyir ki, bilmirəm. Sonra uşaqlar dedilər ki, müəllim bilmirmiş, mən də pis oldum, dedim, müəllimi də boş yerə pərtiləmiş oldum. Mən danışdım uşaqlara bunu. Sonra bu söhbəti başqa bir Azərbaycan dil müəlliməsinə danışıram. Deyirəm ki, uşaqlara ye kürküm ye dedim, bilmədilər. Dedim ki, Azərbaycan dil müəllimənizə soruşun. Ona soruşublar, o da bilməyib. Qayıtdı o Azərbaycan dil müəlliməsi dedi ki, müəllim, nədir ki o? O da bilmirmiş. Dedim, yığacam hamınızı, anekdotu danışacağım. O da mənə o ye kürküm yeni uşaqlıq vaxtında oxuduğum o Molla Nəsrəddin kitabından qalmışdı. Ona görə oxumanızı tövsiyə edirəm. Arada bir rutinlərinizə salın onu. Bir gün Molla Nəsrəddin bir şey axtarır samanlığın qabağında. Oradan keçənlər, bütün anekdotlarda kimsə Mollaya sataşır. Belə bir şey var.
qaşınır, molla da onlara qaşıyır və anekdot orada bitir də, komik anı olur. Deyir ki, molla nə axtarırsan? Deyir ki, iynəmi itirmişəm samanlıqda, onu axtarıram. Deyirlər ki, bəs samanlıqda itirmişsənsə, burada niyə axtarırsan? Deyir ki, ora qaranlıqdır, ona görə burada axtarıram. Keçən dəfə TEDx çıxışında da mən bunu danışdım. Heç kəs gülmədi, ingiliscə idi. Dedim ki, burada gülməniz lazım idi əslində. Onda güldülər. Bu hissəsi bəlkə də bizə bir anekdot kimi, bəli, komik gəlmir. Amma bu çox dərin bir fəlsəfəsi olan bir anekdotdur. Biz də burada itirdiyimizi başqa yerdə axtarırıq və bir türlü tapa bilmirik. Bura baxmaq çox çətindir. Molla ora baxmırdı, çünki ora qaranlıq idi və çox saçma gəlirdi üzüm, ora qaranlıq deyə burada axtarıram. Bizimki də çox saçmadır yəni. Burayla üzləşmək istəmirik. Buradakı əskikləri görmək istəmirik, buradakı travmaları görmək istəmirik, buradakı qorxuları, buradakı tamamlanmamış tərəflərimizi, tənbəlliyimizi ya da kifayət qədər çalışmamaları, məsuliyyətsizliyi, bədəl ödəməmələri görmək istəmirik. Ona görə o tərəfə baxırıq. Çözümü də orada axtarırıq, istədiklərimizi də orada axtarırıq, problemləri də orada axtarırıq, məsul şəxsləri də orada axtarırıq, onları günahlar, hər şeyi orada axtarırıq. Halbuki buradadır yəni. Hər şey buradadır. Burada, buradan düşür. Bura mindset yəni. Baxış bucağı dəyişmədiyi müddətcə, hara baxacağımızı bilmədiyimiz müddətcə heç vaxt o iynəni tapa bilməyəcəyik. Bu da sizə Molla Nəsrəddindən bir anekdot, bir dərs. Bu anekdotu danışıb Dilgüşə xanımın da dediyi şeylərlə seminarı bitirə bilərdim, amma ulduz xəstəliyinə tutulduğum üçün tamamilə bütün bir saat özüm danışmaq istədim. Məndən bu qədər. Sual varsa, əgər belə bir sual-cavab faslı olursa onu eləyək, yoxdursa hər şey anlaşılmışdır deyib. Burada Çox sağ olun Hüseyin bəy. chat hissəsində nələrsə var. Mən oraya icazənizlə baxın, bəlkə sual var. Burada məsələn belə bir rəy yazıb, yəni bizə yüklənilən stereotiplər yox, öz fikrimiz, təfəkkürümüz olan dövrdür. Əslində bu hər dövrdə olub, yəni yüklənən şeylər və öz fikri olan, bu dövrlə deyil, əslində fərdlə olan bir şeydir. Sadəcə bu dövrdə biraz yoxsa əslində məsələ dövrü məsələsi deyil də, ağır mövzudur məncə də içimizdəki çocuk kitabı. Bəli, Doğan Cəlalovundan misal vermişdim, bəlkə də o kitabdır. Doğan Cəlalovun kitablarını da tövsiyə edirəm, içimizdəki çocukdan ola bilər. HTC söz eşitdim, eşq olsun hocam. Demək ki, bura HTC deyil mi? HTC deyil miyik? O zaman gələn nələr düzgündür? Mentalitetdən gələn nələr düzgündür sizə görə bir sual var. Bu işte tam da mənə görədir. Yəni mənə görə ola bilər. Məsəl üçün mən hələ də mən istəyirəm ki, tələb edirəm. Oğluma deyirəm ki, evə qonaq gələndə sən də çıxıb qarşılamalısan və evdən kimsə gedəndə sən də çıxıb sağ olun, gülə-gülə deməlisən. Mənə görə mentalitetdə bu şey var və bu doğrudur. O insanı saymaqdır, dəyər verməkdir. Çünki mən onu gözləyirəm. Elə bilirəm ki, qonağım da onu gözləyir. Amma bu bir İngiltərədə elə olmaya bilər yəni. Amma bu cəmiyyət üçün elədir. Və mən düşünürəm ki, bunun əksini düşünən bir insan belə, məsəl üçün deyək ki, evə gələn adamı qarşılamaq və yola salmaq ədəb, əxlaq ya da mədəniyyət deyildir, illah da ondan ölçülməməlidir deyən bir adamı da xoş gəldin eləyəndə ya da yola salanda o niyə eləyirsiniz deməz. Onun da xoşuna gələr yəni. Demək ki, bunun zərəri yoxdur. Məsələn, mənim mentalitetdən aldığım şey odur. Amma məsəl üçün mənə sorsaş ki, evlənmək, o təzə evləniblər, toyda hələ sağlıq deyirdi ki, gələn il bu vaxtda evdən uşaq səsi gəlsin. Abi, ailə planlamacısısan mı, sosiologsan, yer get, lülə kebabını yer, 10 manat mahnı çalsınlar, oynar, çıx getdi. Yəni, nəyinə lazım səni adamın intiminə qarışırsan, yəni. O da oturub hesablasın ki, Əhməd dayı dedi ki, belə-belə. Yəni, yürü git. Bu məsəl üçün mental, mən bunu qəbul eləmirəm. Kiməsə sorursa, o deyəcək ki, niyə? Evdə uşaq, bəlkiyər, ailə düzəlmədə bir dənə də eləsinlər, ikinci də düzələr. Yəni, bu da mentalitet. Amma mən bunu qəbul eləmirəm. Savaşıram bununla. Qəbul eləmək ayrı bir şey. Doğan Cəlalovun Savaşçı deyə bir kitabı var. Onu da lütfən oxuyun. Ya ona görə, bu sənə görə, mənə görələr dəyişər. Mentalitetlər belə. Yəni, hər dövrün öz çətinliyi var əslində. Bəli, hər dövrün öz çətinliyi var. 100% razıyam. Şəxsiyyət kimi formalaşmaqda bu dövr daha çətin nəyə görə deyirəm? Çünki şəxsiyyəti pozacaq və şəxsiyyəti fokusundan dağıdacaq, yanlış yerə çəkəcək çox
tullar var, alətlər var və bunlar çox maraqlıdır. Məsələn, mən uşaqlara deyirəm, siz deyirəm, elə bilirsiniz ki, biz telefonda vaxt öldürmürük. Deyirəm, mənim bir vaxt öldürməyim var ki, sizin vaxt öldürməyinizi döyər. Uşaqların xoşuna gəlir bunu etiraf edəyən. Deyirəm ki, bir barmaqla keçirsən də, yəni çox shortslar izləyəndə, amma deyirəm, sadəcə bizim vaxtımız yoxdur. Vaxtım olsa, sizdən də çox vaxt öldürək. Yəni, uşağa deyən ki, o telefonu qoy qırığa, gəl, otur, dərs oxu. Məsələn, valideynlər mənə deyəndə ki, bizim uşağın dərsə marağı yoxdur, yanınıza gətirək. Mən deyirəm ki, uşağın dərsə marağı olanda yanıma gətirəsiniz. O zaman problem var deməkdir uşaqda. Yəni, uşağın dərsə niyə marağı olsun ki, yəni? Olmaması lazımdır. Məncə də şans yoxdur. Bir şeyi ya bacarırsan, ya da yetər qədər səy göstərməmisən ki, alınmayıb. Bəli, yetər qədər səy göstərməmisən, ya da o sənlik də olmaya bilər. Mən yetər qədər səy göstərib yaxşı bir müğənni olmaya bilərəm. Yəni, demək ki, məndə o qabiliyyət yoxdur, olmaya bilər. Sadəcə onunla da razılaşmaq lazım ki, məndə ona görə hobbilər yoxlamaq yaxşı bir şeydir. Hobbilər yoxlaya bilərsən ki, tenis yoxlayarsan, xizək yoxlayarsan, bowling yoxlayarsan, bir şeylər tapacaqsan, ondan sonra devam edir. Uşaqlara da bu fürsəti yaratmaq yaxşı olar. Bahar xanım deyib ki, tamamilə razıyam. Mənlə tamamilə razılaşan insanları çox sevirəm. Təbii ki, zarafat idi. Bəzən elə travma alırsan ki, düzəltmək olmur, onda bəs. Travma tamamilə düzəlməyə bilər. Necə düzəlməz? Məsələn, yəni uşaq yaşında, 3 yaşında mənim qolumda siqareti söndürüblərsə, bunu heç vaxt unutmayacağam. Amma bu travma ilə baş eləməyi, o yaşananda nə hiss eləmişəmsə, dəyərsizlik, böyük ehtimal dəyərsizlik hiss eləmişəm ki, travma olub. Yəni, qolumdakı yaranın yerini bəlkə unutmuşam, sağ qolum muydu, sol qolum muydu, bilmirəm. Amma oradakı aşılanan, mənə keçən duyğu dəyərsizlik duyğusudur və bu düzələ bilər. Ya da düzəlmirsin də orada nə nəzərdə tutulur, bilmirəm. Çalışıldı da düzəlmədimi travma indi, bunun arxasında suallar var. Ülkər xanım burada suallar soruşur, hər şey sandığı açdırıb pambığı tökdürməyək. Amma biz travma ilə baş eləməyi öyrənirik. Bu travma varkən bununla işte uğura getmək ya da normal həyatımıza davam eləməyi öyrənirik. Amma o dəstək mütləq ki, profesional və doğru adamdan alınan dəstəklə mütləq ya o travma düzələcək, yenə deyirəm, travmadan aldığımız duyğu, yanlış duyğu düzələcək, ya da o travma ilə baş edib həyata davam edə biləcəyik. İndi o qədər vaz keçmə deyirlər ki, hamı elə bilir ki, vaz keçmək səhvdir, doğru zamanda vaz keçmək belə bir gücdür. Bəli, möhtəşəm bir yorumdur. Bəli, doğru zamanda vaz keçmək, bəli, çətindir, çox çətin bir şeydir vaz keçmək. Qərar vermək, yəni bu iş alınmadı, bax, bunu elədik, olmadı. Amma olmadı deyənə qədər də bütün yolları denemək lazımdır. Sonra deyirsən ki, arkadaşlar, elədim, alınmadı. Demək ki, ya mən buna uyğun deyildim, ya yer buna uyğun deyildi, ya zaman buna uyğun deyildi və s. fərqli səbəblər ola bilər. Ya şəxsi qabiliyyətim də ona uyğun olmamış ola bilər. Bu normaldır yəni. Məsələn, mən işlə bağlı deyim, bizneslə bağlı deyim, nəyə doğru anda qərar verib, bacarmadığıma qəbullanmışamsa, həmən ikinci addımı onun həlli olub. Mən bunu bacarmadım deyirəm. Bu mənlik deyilmiş demək. Bu iş mənlik deyil. Bunu eləyə biləcək adam axtarmışam və o adam oraya keçəndən sonra hər şey düzəlib. Ona görə birbaşa avtomatik müsbət bu və şəxsi həyatda da belədir. Şəxsi inkişafda da, şəxsi həyatda da. Münasibətlərdə məsəl üçün, münasibətlərlə bağlı deyək ki, bizdəki ən pis bir şey odur ki, qızla oğlan görüşən kimi adını qoyurlar ki, biz sevgiliyik. İşte balam, hara getdin, şəkil atı oradan falanlar başlayır. O da onu qısqanır ki, işte falan belə qəlbə şeylər başlayır. Ad qoyurlar, hoppa, onlar sevgili. 2 dəfə görüşüblər elə, 3 dəfə yazışıblar, onlar sevgili. Sonra oradan geri dönmək çox çətin olur. İşte adım çıxdı, adın çıxdı, nə bilim nə deyərlər. Bu da məsələ, orada da vaz keçmək. Yəni, evlənsələr olmayacağı %100 bəlliyikən, məsələn, baxırsan ki, vaz keçə bilmirlər. Mən bunu, icazənizlə mən də vurğulayım bir söz danışım. Mən bunu xarici yaşamaqla bağlı danışmaq istəyərdim, öz təcrübəmdən irəli gələrək. Məsələn, mən 3 il Almaniyada yaşamışam. Bura qayıtmaq qərarı gələndə hamı deyirdi ki, ağlın yoxdur, ya nə bilim, şəkillərimin kommentlər yazırdılar ki, mən gedib gəzəndə, qəşəng-qəşəng şəkillər, videolar paylaşanda həmin o postlarımın altına yazırdılar ki, Azərbaycana qayıtmaq istəyənin dəfələrlə baxmalı olduğu şəkil, bu tərzdə bir kommentlər alırdım. Hamı da elə bilirdi ki, Avropada yaşamaq ancaq gəzməkdən ibarətdir. Halbuki mən paylaşmaq istədiklərimi onlar görürdülər və rutin həyat olanda, yəni fərqi yoxdur Avropada, Azərbaycan. Düzdür, müəyyən çətinliklər var bəzi
bunu dana bilmərəm. Amma Azərbaycana qayıtmağı hər kəs bir nöqtədən baxır, dayaz baxırlar. Yəni Avropanı qoyub Azərbaycana qayıtmaq. Amma burada gözdən qaçırdıqları tərəf odur ki, sənin dəyərlərin fərqlidir, sənin şəraitin fərqlidir, sənin ailə fərqlidir, ola bilər tək övlad ola bilərsən, ya da ola bilər sənin başqa bir problemin var, valideynlərlə bağlı fərqli bir nüans ola bilər və ya nə bilim, təhsillə bağlı hər hansı fərqli bir nüanslar ola bilər. O nüansları gözdardı edib sadəcə bir müstəvidən baxırlar və həmin o sənin verdiyin qərara fərqli bir yanaşma tərzi göstərirlər. Ona görə buradan bu da bir düşüncə tərzidir, düşüncə xətasıdır mənə görə. Ona görə buradan tövsiyəm odur ki, əgər belə bir düşüncə varsa, hər kəsin həyatının fərqli, şərtlərinin fərqli, dəyərlərinin, xarakterinin, şəraitin fərqli olduğunu da nəzərə almalıdırlar. Bəli, tam da bu. Mən də Türkiyədən qaydanda təhqirə varacaq qədər şeylər, qınamalar olurdu ki, bunun yoxdur. Həm özə gözləyirlər, belə baxırlar ki, incimirəmsə davam edirlər. Yəni Türkiyədə belə çox uzaq bir yerdə deyil. O yenə də bəlkə mənim iynəm buradadır. Mən o iynəmi axtarmaq istəyirəm də, gəlmişəm iynəmin dalınca. Yəni hamı elə bilir ki, oradadır. Mənim Avropaya gedib qayıdan tanışlarım da var. Gedib orada qalan xoşbəxt tanışlarım da var. Gedib orada qalıb xoşbəxt ola bilməyən, qayda da bilməyən, nə deyirlər deyə qayda da bilməyənlər. Hər cürə belə yaxın çevrəmdən, özdə uzaqda yaxın çevrəmdən insanlar var yəni. Amma xoşbəxtliyin bir adı yoxdur da. O iynəni tapacağımız yer bir dənə deyil, ona görə. Bunu vurğulamağı unutdum. Məsələn, Azərbaycana qayıtmaqla bağlı kimsə nəsə deyəndə, məsələn, mən həmişə onlara deyirəm ki, mən məsələn, huzuru Azərbaycanda tapacağımı heç çox düşünməzdim. Mən məsələn, oradakı təcrübəmdən sonra, 3 illik təcrübəmdən sonra mən huzuru Azərbaycanda tapdım. Onlar bunu birmənalı qarşılayır, başqa cür qarşılayırlar. Amma həyatda həqiqətən də belə şeylər də var. Avropa sadəcə səyahətdən ibarət deyil. İnsanlar sadəcə səyahəti gördüyü üçün onu elə görürlər ki, orada hər şey superdir. Yoxlamadan bilmək olmaz, gözəl bir şey var. Məncə bu çox bəsit, amma çox maraqlı bir taktikadır. Məsələn, bugün də gənclər üçün deyirəm ki, peşəni də insan yoxlamadan tapa bilməyə bilər. Nə qədər tez başlasan yoxlamağa, o qədər tez taparsan. Bu da işin bir fərqi, o mövzuna bağlı balaca bir taktikadır. Tez başlamaq lazım yoxlamağa. Bunu elədən yox, mənlik deyilmiş, bunu elədən yox, burada nəsə bir işıq, ücü görülən bir həvəsim var və s. Avropaya gedib gəlmək də məsələn, kimsə gedə bilər, bütün şərəsini, küləsini yığar gedər, deyək ki, gedəcəm mən də huzur tap. Getdi, yoxladı, məsələn, ola bilər ki, yox, qayıda bilər, ya başqa biri yoxlaya bilər. Bahar xanım yazıb ki, iPhone-u yarışdırmaq, bəli, həm də kredit alıb. Fərqinlikləri sevdiyim üçün mən almıram. Cəsarəti. INFP, Aynur xanım yazıb, INFP-dir. MBTI kişilik tipi zamanla dəyişə bilirmi? Zamanla əsas etibarilə dəyişmir. Məsəl üçün, əgər introvertsənsə, məsəl üçün, bax, burada deyək ki, Aynur xanım introverti, oradakı introverti göstərir. O dəyişməyəcək. Maksimum introvert və ekstrovert arasında introvertlər içə qapanı, danışmağı sevməyən, ekstravertlərdə ünsiyyətçil insanlardır. Bir də onların ortası var, İngilizcə bir ifadə var ki, bunlar da zaten İngilizcədir. Ambivert, ortasıdır. Ambivertlər nədir? Ortamına görə, bəzi ortamlarda çox aktiv olurlar, bəzi ortamlarda susurlar. Mənim kimi ekstravertlər, onlar üçün ortam fərqi yox. Hara bıraxsaq 3 dəqiqə sonra bir baxacaqsınız ki, orada komandazaq qrup edib. Yəni, məsələn, Toğrul bəy tanıdığım ən ekstravertlərdəndir. Onu harada onun susacağı yeri yoxdur, məsəl üçün. O zamanla dəyişməz. Ümumiyyətlə, hər kəsin iki tipi də var, məsəl üçün. Mən də introvert tərəfim var, ekstravert tərəfim də var. Karakter tipləri də, məsələn, psixologiyadakı 4, xolerik, sangvinik, bunlarda da, məsəl üçün, hamısı hamıda var. Biri daha dominantdır. Ona görə o dominantlıq pozulmayacaq, böyük ehtimal, dəyişməyəcək. Amma özümüzü zorlayıb, ekstravert deyiləmsə, ya da introvert deyiləmsə, bilirəm ki, burada susmam lazım, özümü zorlayıb sustura bilərəm. Amma belə uzun müddətli, ömürlük belə bir dəyişiklik yox. O mizac məsələsi, çünki o genetik məsələdir, o dəyişə biləcək bir şey deyil.
Mənə soruşuldu, yəqin nə müəllim işləmişsiniz. Mən ingilis dili müəllimiyəm. Birinci ixtisasım odur. 950 bakalavr məzunuyam. İkinci ixtisasım da psixologiyadır. Onu burada oxumuşam. Burada link atılıb, Eldar bəy link atıb. Sağ olsun, MBTI testinin linkini atıb. Bəhlül Danəndənin hekayələrini sevirdim, bir nəfər yazıb. Bahar xanım yazıb. Mən bunları oxuyuram ki, sual falan olarsa qaçırmayaq deyə. Sonlar artıq bəy tərifləridir, təşəkkürlərdir, onları oxumuram. Sizin seminarı keçən ildə dinləmişdik, bu dəfə qulaq asana tam fərqli gəldi mənə dedikləriniz. Keçən bu mövzu deyildi, səhv eləmirəmsə. Keçən il məncə mövzu başqaydı, amma hansı mövzuydu onu xatırlayamayacaq qədər zəifdir yaddaşım. Amma məncə bu deyildi keçən il. Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Faydalı olursa nə xoş. Aha, həyat təcrübələrinizi əsasən bizə verəcəyiniz 3 məsləhət nə olardı? Dağ boyda bir sual. Okey, növbəti 2 saatda buradayıq yoldaşlar. Çayınızı götürün, gəlin. 3 məsləhət. Çox maraqlı sual. Bir balaca fikirləşim. Təşəkkürləri səsli oxumuram. Belə özüm oxuyuram, üzülü sayını səsli oxumaq utanıram. Bayaq dediniz ki, gənclər öz xəyallarına aşıq olmasına realistik olsunlar. Bəzən biz də öz arzularımızdan kiməsə danışanda onlar da öz dünyanın görüşünə əsaslanıb realist olmamız istəyirlər. Yəni deyirlər, başını bıraq bu söhbətin. Amma bir çox insan deyir ki, arzularınızın arxasınca qaçın. İndi biz tam olaraq necə bilərik ki, bu arzunun arxasınca qaçmaq lazımdır ya yox. İşi əhlinə soruşmaq lazımdır. Məsəl üçün, sizin xəyalınız nə bilim, roboti texnika ilə bağlısa mənə gəlməyin. Mən ingilis müəllimiyəm, mən psixoloqam, mən turizmlə məşğulam, mən təhsil biznesinə sahibəm, mən onu bilmirəm. Mən xeyir olsun deyərəm, xeyir dua verərəm. Məsələn, pozitiv bir adamım, inşallah ki, alınlar, yönləndirə bilərəm, məsəl üçün. Amma o sahənin şeyinə getmək lazımdır, əhlinə getmək lazımdır ki, o desin. Bu bir. İkincisi, onun yönləndir, onun sözünü dinləmək lazımdır. Məsələn, mənim hal-hazırda bir startup var ağlımda. Bilmirəm, olacaq ya da olmayacaq. Zaten arxasını qaçacaq qədər vaxtım yoxdur, amma bir kompüterdə bir yerə qeydlərimi yazıram, ağlıma gəldikcə onunla bağlı və mən onu o işin bilən adamlarına soruşuram. Kənardan da fikir alıram ki, belə bir şey olsa sən istifadə eləyərdinmi? Bir application'dır. Bəziləri deyir ki, yox, eləməzdim. Övladım üçün eləyərdim. Bəziləri deyir ki, çox maraqlıdır. Bəlkə də kiməsə sorsam deyəcək ki, başını buraq. Amma məndə ilişib qalan o sahənin adamına soruşduğumdan aldığım cavabdır ona doğru və mən yoxlamadan buraxmaram məsəl üçün. Orada lap nə qədər qeyri-realist bir şey deyilsə də, mənfi ya da müsbət nə deyilir deyilsin, yoxlamadan buraxmaram. Yoxlayaram, əgər vaxtım, həvəsim varsa da, enerjim varsa, ondan sonra baxaram ki, alınmır. Aşıq olmam gərəkdiyi zaman buraxım. Artıq gördüm ki, alınmır, hələ də buraxmıram. Bu səhvdir. Ona görə deyilir ki, aşıq. Çünki aşkın gözü kördür da, aşıq olursan, o bayaqki dediyim kimi də 2 dəfə görüşün adını qoydun ki, sevgilimdir, biz evlənəcəyik, uşağımız olacaq, oğlumuzun adı bu olacaq, qızımızın adı bu olacaq. Ondan sonra burax gör necə buraxırsan. Amma biz hələ ki tanışıq, flört dönəmindəyik, birimizi tanıma aşamasında, flört özü də bir ayrı bir aşamadır. Tanıma aşamasındayıq, söhbət edirik, çay içirik, nə bilim, hələ ki şirin çay içmirik. O, aşıq olanda buraxmaq çətin olur, hər şeyi. Belə bir sətir altı bir şeydə gənclərə ötürürəm. Bir gün bir dənə görüş eləyək ki, o da münasibətlərlə bağlı olsun. Ürəyim doldu. Özünü gecikmiş hiss etmək sizcə bu hissi bizə geri salan, yoxsa tələsdirib irəli aparan bir şeydir. Yenə burada balans məsələsi var. Gecikmişik, nəyə görə gecikmişik? Belə bir maraqlı bir şey var, bunu Google'da yazsaz çıxar. Böyük markaların sahibləri bu markaları neçə yaşlarında qurublar. 40-dan aşağı yoxdur. 45, 50, 55, 60 yaşlarında bugün dünyadakı bilinən Azərbaycanda da o markaların filialları var. O markaların çoxusu 50 yaşlarından sonra qurulub. Bu məsəl üçün adama o şey verə bilir. Çünki bir yaşa çatırsan, atdığın, amma tez yaşlarda da ola bilər təbii ki. Bugün bizi, baxın, o iynəmizi tapmayaq deyə. Çünki iynəmizi tapmasaq, orada axtarmasaq. İynəmizi axtaracağımız hər yer üçün pul ödəməliyik. Və biriləri istəmir ki, biz iynəmizi tez tapaq, istəyir ki, tapmayaq.
Orada pul verək, orada pul verək və oradakılar da pul qazansın. Yəni, bu dəqiqə çarx ona görə dönür, başqalarını bəsləmək üçün. Biz o inəni tapmadıqca başqalarının çarxını döndürəcəyik. Ona görə bizi tələsdirirlər ki, gecikdin, bax filan kəs yarışdırılır. Halbuki normalda heç kəslə yarışmasam, xoşbəxt olacam əslində. Amma ola bilmirəm, icazə vermirlər. Deyək ki, sən gecikirsən, tez elə. Ona görə o məsələdə çox elə tələsməmək lazımdır. Amma tamamilə yatmamaq lazımdır. Belə bir hekayə anlatılır. Bizim bir ailə Azərbaycanlılar və başqa xaricilər səhər dururlar. Azərbaycanlılar görür ki, onlar sıçan boyda iş görürlər. Deyək, balacadır, sabah başlayarıq. Sabah dururlar, onlar pişik boyda iş görürlər. Deyək, problem yoxdur. Opsin dururlar it boyda, at boyda, dana boyda, fil boyda, dəvə boyda. Bizimkilər deyir ki, biz də başlamalıyıq. Duruq, dəvədən başlayaq. Dəvə boyda iş görək. Görürlər, alınmır, fil boyda eləyək. Olmadı at boyda, inək boyda, it boyda, pişik boyda dərkən sıçan boyda ilə başlayırlar. Nə qədər gün düşdülər dala. Bunu da eləməmək lazımdır. Yəni, vaxt, fürsəti yaxşı dəyərləndirmək lazımdır. Buradasınızsa, buradakı kütlə üçün deyirəm, o deməkdir ki, nəyisə dəyərləndirmək, inkişaf eləmək dərdiniz var. Məncə, tələsməyə və qorxmağa ehtiyac yoxdur. Buralarda nə deyilirsə, onlara uyğun davam edin. Toğrul Hoca demiş, təxribatçı sual. O konkret təxribatçı sualdır. Yəqin ki, yuxarıdakı 3 nəsihət ilə bağlıdır. Omnivert var mı? Ambivert, omnivert, onu bilmirəm. Bəzən çox introvert, bəzən çox ekstravert, onu bilmirdim. Mən də öyrənmiş oldum. Valideynlərimizin düşüncə tərzini dəyişmək üçün nə edə bilərik? Hansı ki, bizim həyatımıza, qərarlarımıza birbaşa təsir edir. Valideynlərimizin düşüncə tərzini dəyişə bilməyəcəyik. Pis xəbər sizə. Heç nə, pis xəbərdən bitirək söhbəti, başını buraxaq bu işin. Dəyişməyəcək, bir balaca dəyişə bilər, tamamilə dəyişməyəcək. Çünki onlar bildiklərinin doğru olduğuna inanırlar, illərlə belə yaşayıblar, illərdir o aldıqları nəticələrin də doğru olduğuna inanırlar. Məsələn, mən qohum qardaşdan evlənənlərə hansı ki, aramda o pərdə vardı, o qədər səmimiyyətim var demişəmsə ki, bax, çalış, birinci ildən övlad eləməməyə çalışın, biraz bir-birinizi tanıyın. İki fərqli evdə yetişən adam gəlir bir yerə, biri corabını çıxarıb hara atır, biri nəmləyin edir. Hər kəsin bir fərqli adətdən gəlir, hər iki ailənin iki fərqli adəti. Hələ siz bir-birinizə öyrəşin, sonra bir üçüncü bir şəxs gəlsin. Çox normal bir tövsiyədir. Məsələn, bir ara gördüm ki, adım zat çıxır ki, bu uşaq olsun da istəmir, nə bilim, özünü var, millətə şey eləmir. Bizdə də birinci ildə olmamışdı, yəni. Sonra başımı buraxdım onu, baxdım ki, o adım pisə çıxır. Yəni, tamamilə dəyişə bilməyəcəyik bunu. Biraz orada bizim nəyi dəyişməmiz lazım? Hə deyib öz bildiyimizi eləmə məsələsi. Amma öz bildiyimizdən də əminiksə. Mən amma sizə belə bir şey deyim. Bir çox vaxt onların dediyi doğru çıxır. O anda qəbul eləməsək də, bunu bugün yox, 40 yaşınıza çatanda başa düşəsiniz. Hamısı yox. Məsələn, mənim ailəmə qarşı savaş açdığım şeylər var ki, peşman deyiləm hələ də. Yenə olsa yenə eləyərəm. 20 yaşımda eləmişəm, 25 yaşımda eləmişəm. Savaş açmışam, ondan sonra deyib, bəlkə yaxşı. Nə halım varsa gör. Mən eləmişəm də peşman deyiləm. Yəni, bu kimi hallar da ola bilər. Amma bəzən də onlar deyirlər, o anda qəbul eləmək çox çətin olur. Sonradan başa düşürsən ki, əslində onlar da düz deyirmiş. Onlar da arada düz deyirlər. Mən bugün bəzi şeylər onlara etiraf edirəm. Atam, anam da yaşayır, sağdırlar, çox şükür. Xoşlarına gəlir. Amma bəzi şeyləri də deyəndə ki, bunu səhv deyirdiniz, hələ də səhv deyirsiniz. Orada biraz qırışırıq. Amma birimizi qəbullanmışıq. Tam kıvamındayıq bu dəqiqə münasibətin. Nə onlar mənə qarşı, nə mən onlara qarşı. Mən onları dəyişməyə çalışmıram, onlar da məni dəyişməyə çalışmırlar. Saçma saqqalma əvvəllər qarışırdılar. Bir ara anam dedi ki, saqqalını biraz sərgəyə salasan. Dedim, bəs saça bir şey deməyəsən. Dedilər, işte, onsuz da deməyə xeyri yoxdur, dedi. Baxdım ki, artıq düzəlmişik, yəni. Hamıdan fikir al, amma öz bildiyini et. Bu da, amma öz bildiyini, bu kəskin bir şey deyil. Hamıdan fikir almamaq lazımdır, hər zaman da öz bildiyimizi eləməməliyik. Hamıdan fikir almamaq lazımdır, hər zaman da öz bildiyimiz doğru olmaya bilər. Yəni, bayaqdan onu danışdıq. Məsəl üçün, işi əhlinə soruşmaq lazımdır. Yəni, biz niyə hər şey bilək ki, yəni? Kim deyir ki, biz hər şey bilirik? Hər şey bildiyimizi düşünürüksə, zaten elə ən böyük səhv orada eləyirik. Biraz müşahidə eləmək lazımdır. Nələri, bu adam mənə bunu deyir, özü necə bir həyat tərzi yaşayır, özü necə eləyib. Bəzən ola bilər ki, mən elədiyimin tam tərsini sizə deyə bilərəm. Çünki özümlə amma etiraf edirəm ki, bax, dostum, mən bunu elədim, axırda belə oldu.
Bu səbəbdən oldu. Lütfən sən də bunu eləmə kimisindən. Biraz bu çox təhlükəli bir fikirdir. Hamıdan fikir al, amma öz bildiyini elə. Kəskin bunu deyə bilmərik. Hamıdan fikir almamaq lazımdır. Hər zaman da öz bildiyimizi eləməməliyik. 3 dərsdən biri bu olsun falan, bəlkə 3 məsləhətdən. Allah uzun ömür versin. Amin. Bütün valideynlərimizə, rəhmətə gedənlərə də Allah rəhmət eləsin. Hamı deyərkən düzgün məsləhət verəcək, yaxın nəzərdə tutun. Bəli, düzgün məsləhət verəcək birini, biraz bu yaxınlıq məsələsindən daha çox işi bilənə soruşmaq daha yaxşı olar. İşi bilənə soruşmaq daha yaxşı olar. Yaxınım ola bilər ki, Molla Nəsrəddin demiş, dediyimi elə, amma elədiyimi eləmə. Bəli, Molla Nəsrəddin belə bir maraqlı bir şey var. Bir dənə də var, Molla Nəsrəddin bir gün 2 nəfər gəlir, dalaşırlar. Gəlir, biri Mollaya anlatır ki, belə oldu, o günahkardır falan. Bu deyir ki, Molla deyir ki, sən haqlısan. O birisi də bunun tam tərsini deyir, Molla deyir ki, sən də haqlısan. Bunlar gedirlər, sonra yoldaşı deyir ki, ay Molla, bəs necə oldu? Ona da haqlısan dedi, buna da haqlısan. Belə şey olar mı? Deyir ki, arvad, sən də haqlısan. İndi biz hamıya haqlı deyib, axırda öz bildiyimizdə ertələməyin əsası nə durur sizcə? Hüseyin müəllim, ertələməyin əsası nə durur? Uğursuzluqdan qorxmamaq üçün mindsetimizi necə qurmalıyıq? Ertələməyin əsasında hazır olmadığımızı düşünmək durur. Məncə, burada biraz daha belə bir emosionaldan daha çox rasional və texniki yanaşmaq lazımdır ki, bunu eləyə bilmək üçün nələrə ehtiyac var, hansı qabiliyyətlərə ehtiyac var və bunlardan hansıları məndə var, hansıları yoxdur. Olmayanları tamamlayıb həmən başlamaq lazımdır. Deadline orada yaxşı bir şeydir. Falan vaxtı başlayacağım. Ya da bir komanda yoldaşı götürmək. Görürsən ki, deməli, sən ertələmək kimi bir problemin var ki, bu arada bir sendromdur, yəni bundan mücadilə aparmaq lazımdır. Və o ertələmə səbəbi qorxmaq ola bilər, tənbəllik ola bilər, nədirsə, yanımıza bir yoldaş almaq bunun çox yaxşı bir çözümüdür ki, biz dayananda o bizi, belə deyək, qırqalasın, loridir desək. Hamı deyir, özünü tanı, özün ol, amma sizcə özün ol demək nə qədər düzgün yanaşmadır. Əslində, doğru yanaşmadır. Özünü tanıma zaten ən başda odur. Mən kiməm, niyə burada varam, mən nə işlə məşğulam, mən nəyi sevirəm, nə eləyəndə xoşbəxt oluram, nə eləyəndə xoşbəxt olmuram, nə məni narahat eləyir, hansı mühitdə yaxşı oluram, hansı insanlarla oturanda huzur tapıram. Bunları özümüz haqqında bilməmiz lazım. Təəssüf ki, biz hər şeyi araşdıran, amma məsələn, Google-da heç öz adı soyadınızı yazmırsınız, bilmirəm, məsələn, öz adınızı soyadınızı yazan nə çıxır? Harada çıxır adınız, dost tanışınız varmı? O adda kimsə varmı? Bir araşdırın, yəni. Yəni, bir özümüzü tanımamız lazım. Özün ol hissəsi də o deməkdir ki, əgər o nəzərdə tutulursa, mən bu şeyi sevmirəmsə, yalandan sevirəm deməyimə ehtiyac yoxdur. Bunu eləmək istəmirəmsə, yalandan onu eləməyə ehtiyac yoxdur. Kiməsə xoş görünmək üçün, nəyəsə xoş görünmək üçün, müasir görünmək üçün, modern görünmək üçün, ya da nə bilim, ağıllı görünmək üçün belə. Məncə lazımdır, yəni özünü tanımaq da lazımdır, özü olmaq da lazımdır. Bakı şəhər icra başçısı yazıb Eldar bəy, amma anlamadım. Nə ilə bağlıdır bu? Gələk. O zaman Eldar Əzizovla adaşıq da, ad soyad Bakı şəhər icra başçısı. Nə qədər təlim keçsəm də, webinar keçsəm də, yəni o brendingi daha yuxarıdadır. Ya ikimizdən birimiz vəzifəmizi dəyişməliyik. Bir də Hüseyin Həsənov var, o bloger, Rusiyada yaşayan. Mən onu tanımırdım, o məni yaxşı tanıyar falan dərmişim. İlk dəfə o Bakıya gələndə ya da mən biləndə ilk dəfə gələndə gördüm ki, dostlarım yazıb ki, nə eləmirsən yenə ortalıq, mən boykotdan sonra olmuşdu bu söhbət. Yazıb, yenə nə eləmirsən, ortalıq qarışıb. Mən də anlamadım, təbii gündəmi bilmirəm. Sonra atdılar ki, hansısa mol, dolub daşmışdı, mol sıralar, növbələr falan. Onu da tanımışım. Onda adaş və soydaşım ilk tanıdığım odur. Azərbaycanlı bəstəkarlar. ChatGPT bəzən sallayır. İnsanlara ən çox oxşayan tərəfi odur. Bilməsə də sallayır. Bir şey boş buraxmır, yəni. Bu 3 məsləhətə gələsi olsaq, və bu sualı heç bir anda çox hazırlıqsız yakalandım. Yaxşı bir dost çevrəsi edinmək lazımdır. Yaxşı bir dost çevrəsi edinmək lazımdır.
Bu çox önəmlidir. Məncə elə bu hər şeyi çözər. Digər 2, 3, 4 odur. Çox düşünmək lazımdır, təfəkkür eləmək lazımdır. Mən İslam'a inanıram. Quran-ı Kərimdə 800-dən çox yerdə eyni söz təkrarlanır. Əfələ təfəkkərun, nə qədər az düşünürsünüz. Deyir ki, düşün də, beyni boş yerə verməmişəm, düşün. Düşünmək çox şey insana, həqiqətən belə sakit dayanıb özünü dəyərləndirmək. İngilislər bird view deyir də, quş baxışı. Türklərdə də var o ifadə, indi Azərbaycanca konkret o ifadə var mı bilmirəm. Biraz özümüzü dəyərləndirməmiz lazım. Hardayam, nə edirəm, hara gedirəm, axına qoşulmuşam, qapılmışam, nəyin arxasınca qaçıram. Bu anlamda düşünmək lazımdır. Üçüncüsü, çox düşünmək ziyan deyilmi, yazıb bir yoldaş. Deyil, yox, çox düşünmək ziyan deyil. Çox düşünməklə çox endişələnmək bunlar qarışdırılır bəzən. Yəni, çox düşünmək o anlamda yox. Bunun fəsadını çox görmüşəm. Düşünmək, hesablamaq, götür-qoy eləmək mənasında düşünmək deyirəm. Şey yox. Belə bu işlər necə olacaq yox. Məsələn, ayda nətər olacaq görəsən, alınacaqmı, alınmayacaqmı? Bu anlamda yox. Səbir, deyir ki, səbir bir orduya oxşadırlar. Bir yanaşma var, gözəl. Deyir ki, qərərgah var, sağ cinah var, sol cinah var. Sən sağa və sola ordunu çox paylasan, orta zəif, qərərgah zəif qalsa, düşmən hər an hücum edib qərərgahı məhv edər. Qərərgah məhv olsa, sağ və sol cinahlar da məhv olar. Səbrimiz və iradəmiz də o şəkildədir. Biraz keçmişə, biraz gələcəyə yayanda bugünkü dözümümüz zəifləyib, davam eləməyə bilirik. Düşüncə o anlamda, o tərzdə düşüncə yaxşı deyil. Necə olacaq, necə olacaq, necə olacaq. Amma ümumiyyətlə düşünmək önəmlidir. Üçüncüsü də həyatın dadını çıxarmaq lazımdır, şükür eləmək lazımdır. Əlimizdə olanlarla xoşbəxt olmaq. Mənim ağlıma gələn 3 məsləhət budur. Amma əsası yaxşı bir dost çevrəsi edinin. O digər saydığım hər şeyi zaten gətirəcək. Ətrafınızdakı 5 nəfərin ortalamasısız məşhur sözdür o anlamda. Hüseyin bəy, son olaraq Mircan xanım əlini qaldırıb, Bəli. onun sualı var, yəqin ki, onu. Buyurun Mircan xanım. İlk öncə axşamınız xeyir olsun. Mən sizi Fatma Qurbanova sayəsində tanımışam. Belə onlayn da olsa görmək çox xoş oldu. Bayaqki verdiyim sualda özün ol məsələsini niyə demişdim? Biraz sual yanlış anlaşıldı deyə düşünürəm. Çünki özün ol deyirik, amma insanın özü olması əslində hər şeydən və ətrafımızdan və s. müəyyən şeyləri götürürük və bir xarakter formalaşdırırıq mənə görə. Bəzi insanlar var ki, məsələn, deyir ki, mən beləyəm və çox sərt sərhədlərimi deyim, xarakterində çox sərt tərəfləri var və deyir ki, mən özüməm, yəni hər zaman özüm oluram və bununla qürur duyuram. Yəni bu cəhətdən sizdən soruşmuşdum ki, həqiqətən özün olmaq deyə bir şey varmı? Məsələn, bir seminara qoşulmuşdum, orada deyir ki, əslində özün olmaq deyə bir şey yoxdur. Sadəcə müəyyən hərədən bir şey götürürsən və onun elə bir ortaq məxrəci mi deyim, nəticəsi mi deyim, sən olursan. İndi daha yaxşı oldu. Yaxşı ki, sualı açdınız. Özün ol, mən beləyəm, zoram. Hətta belə lor ifadəni desək, o anlamda ki, əlbəttə ki, xoşlayır. Və bunun mötərizəsində kibir var yəni. Və bu adam əlbəttə ki, inkişaf eləməz. Bir kərə özümüzə o şəkildə baxmamız lazım ki, mən hər an səhv eləyə bilərəm də buna özümə bu haqqı verməm lazım ki, Hüseyin, tamam, narahat olma, insansan, sən də bu səhvi elədin, düzəltməyə bax. Ona görə özümə görə doğru olan bir şeylər ola bilər və bunları zamanla hansısa mühitdə yaşadıqca görə bilərəm ki, bu səhvdir və düzəltməyə çalışaram. Amma özümə aid olan və həqiqətən də doğru olan, dəyişməməm gərəkən şeylər də vardır. Mənə görə doğru və dəyərli olan və heç kəsə də zərərli olmayan bir şeylər, bunu dəyişməyimə ehtiyac var. Orada özüm olmağıma ehtiyac var. Kənardan əlbəttə ki, götürürük. Biz həm bioloji, həm də sosioloji varlığıq.
sosio-bioloji varlıq. Hətta bu illərcə, uzun illərcə, bəlkə də əsrlərlə tartışılan bir mövzu olub, müzakirə olunan bir mövzu olub ki, insan sosiolojik varlıqdır, yoxsa biolojik varlıqdır. Psixoloqlar bunları. Ən son o məxrəcə gələ bilər ki, sosio-bioloji varlıqdır. Yəni, bu tərəfimiz də var, bu tərəfimiz də var. Ona görə əlbəttə ki, ətrafdan, kənardan, mühitdən təsirlənirik. Bayaq ki, danışdığımız mövzu elə mindsetimizdə kənardan gördüklərimizə görə formalar. Ona görə, məsəl üçün, çox gəzən, çox bilər deyirlər. Məsəl üçün, Avropaya gedirsən hansısa xarici ölkəyə, məsələn, mən daha çox təlimlər üçün getmişəm, olub 20 ölkədən insan. Tam belə bir münbit yerə düşmüşəm ki, hər mədəniyyəti görürsən. Sən dayanıb xanıma yol verirsən, bu sənin mədəniyyətində var, amma onda elə bir şey yoxdur, yəni. Ona qəribə gəlir ki, sən bunu niyə edirsən? Yəni. Görürsən ki, demək ki, doğru bir dənə deyil. Yəni, mədəniyyət, kibarlıq bir dənə deyil. Fərqli-fərqli var. O adamın heç elə bir gözəntisi yoxdur. Sənə görə çox dəyərlidir. Orada mən onu dəyişməyimə ehtiyac yoxdur. Orada özüm olmağıma ehtiyac var. Mən ki, məsələn, buyur eləyəndə xoşbəxt oluramsa, buyur eləməm lazım. Təbii ki, orada özünü əzdirmədən sözsüz ki. Amma burada da ola bilər ki, elə bir şeyə, elə bir yanlış edirəm, amma deyirəm ki, özüməm də, mən beləyəm. Amma sən özün olarkən başqalarına özlərinin olmağına imkan vermirsən, zərər verirsənsə, bunu dəyişmən lazım. Ya da işte özün olma, zəhmət olmasa. Əgər özün busansa, demək ki, dəyişməlisən. Bu, davamlı elə bir ki, o şeyə açıq olmamız lazım. Elə bir ki, bir dənə orada açıq yer saxlamamız lazım ki, burada nəysə dəyişə bilərəm. Dəyişməməsi gərəkən şeylər var, hə. Dəyişməməsi gərəkən o sağ bir şeyə nəyi inanıb yaşayırıqsa, onu sağlam yaşamamız lazım. Orada çox dəyişikliyə getməmək lazım, amma davamlı bir balaca açıq yer qoymaq lazım ki, ola bilər ki, yəni, burada səhv edə bilərəm. Kənardan doğru hərəkətimə də yanlış bir rəy gələ bilər. Yenə onu bir dəyərləndirmək lazım, yenə bir bəlkə biləndən soruşmaq lazım, məsləhətləşmək lazım. Bilmirəm, suala nə qədər doğru cavab oldu. Çox təşəkkür edirəm. Bu arada bayaq dediyiniz məqamla bağlı mən agnostikəm. Yəni hər zaman hər şeyi sorğuluyuram və bir sosial şəbəkədən bir dostum var idi və mən dinlərlə bağlı bir konflikt yarandı. Avstraliyada yaşayır bu arada və dedim ki, bununla bağlı bir müzakirələr apardıq və aylar sonra adam dilini dəyişdi. Sonra onda bir boşluq yarandı və ondan sonra məndə elə bir o nöqtədə bir dönüş, bir qığılcım yandı deyə bilərəm ki, çünki bəlkə də o insanın həyata tutunma motivasiyası o dini idi və mənim təsirimlə dəyişdi. Gələcəkdə indi bilmirəm hal-hazırda hansı dinə mənsubdur, nə iş görür, nə edir, amma siz ki, bayaq dediniz, bəzi şeylər sabit qalmalıdır, bu daha yaxşıdır. Ondan sonra artıq yəni o cəhətdən kimisə fikirlərinə təsir etməməyə çalışıram ki, bəlkə də həqiqətən həyatda tutan odur. Bəlkə mən bunun fərqində deyiləm və bəlkə yaxşılıq etmək istəyəndə öz aləmimdə bəlkə pislik edəcəm. Və biz xoş niyyətimizlə zərər verə bilirik. Məsələn, valideynlər xoş niyyətindən çox zərər verir. Valideynlər xoş... Məsələn, mən seminarlarda soruşuram ki, valideynlərə kim övladını sevir, əlini qaldırsın. Çox saçma bir sual kimi gəlir. Necə yəni? Zəhmət olsun, hamı əl qaldırır təbii ki. Sonra ikinci sual gəlir ki, kim övladını sevə bilir? Artıq texniki tərəf, yəni kim sevə bilir? Yəni, sevmək zərər verməməkdir əslində, düzdürmü? Ya mənimsən, ya qara torpağınızı art, vurdu, öldürdü. Bu sevmək deyil, yəni. Bu özünü sevməkdir, onu yox. Valideyn olaraq da sevərək yanlış edib, yəni zərər verə bilirik, amma dediyiniz ki, məncə çox qəşəng oradan bir özünüzə nəsə çıxartmışsınız ki, bəlkə ondan xoşbəxt idi, ona toxunmamaq lazım idi. Bəzən insan özü istəyib yaxınlaşırsa, hə, orada dəyişməlidir, bəlkə dəyişməyə meyillidir. Müzakirə eləmişsiniz, orada dəyişib, yəni məncə orada siz özünüzü günahkar hiss eləməyin. Çox təşəkkür edirəm. Çox xoş oldu fikirlərinizi dinləmək. Çox sağ olun. Ulduz xanım əl qaldırıb. Hüseyin bəy, əvvəlcə təşəkkür edirəm təlim üçün. Həqiqətən qızıl dəyərində fikirləriniz məncə hər kəsə çox faydalı oldu. Mən sizi forumdan tanıyıram. Forumda orada kiçik bir hekayə danışmışdınız. Bir atanın iki oğlu olur misalını danışmışdınız. Bizə hər ikisi atasına baxır və biri biznesmen olur, biri atası kimi. Bundan bu yadıma düşdü siz danışdığınız məqamda. Belə bir sualım yarandı ki, məsələn, hər bir gənc öz ailəsindən mentalitetə baxır və istər
istər-istəməz məsələn bəzi gənclər dəyişdirmək istəyir də bunu. Məsələn deyir ki, mən bunu belə görmüşəm, amma fərqli cürə getmək istəyirəm. Amma burada belə bir məqam var. Gənc nə qədər bunu dəyişmək istəsə də, ailədə deyilir ki, onsuz da böyüyəndə 35-dən sonra biz deyənə gələcək. Bu mentalitetə gələcək, çünki kökdən gələn budur. Yəni sizin bu barədə fikrinizi soruşmaq istəyirdim ki, siz bu barədə nə düşünürsünüz? Orada motiv nədir bilmirəm. Məsəl üçün deyək ki, nəyi gənc eləmək. Bu əslində belə bir sübutu olmayan bir şeydir ki, valideynlərin dediyi ki, 35-dən sonra bizim dediyimizə gələcəksə. Məsəl üçün valideynlər deyə bilər ki, bizim tanıdığımız insanlardan biri ilə evlən. Ya da deyə bilər ki, bizim dediyimiz işi gör. Bu işi görsən, məsəl üçün həkim olsan çox pul qazanarsan, nə bilim, mühəndis olsan çox pul qazanarsan. Nə pul var ki, müəllimlikdə ya da nə bilim, filan rəssamlıqda və s. Bunun tam əksi ola bilər yəni. Yəni orada biraz çox individual məsələdir, bilmirəm də necə deyim. Amma orada valideynlər %100 haqlı deyirlər. Bilmirəm, mövzu elə bir mövzu olar ki, valideynlər gerçəkdən haqlı olar. 35 yaşında gələr həqiqətən də deyərsən ki, görsən valideynlər haqlıymış. Biraz mövzuya baxmaq lazımdır, amma kəskin tərəfi olmayan bir şeydir. Yəni valideynlər 100% haqlıdır ya da övlad 100% haqlıdır deyə bilməyəcəyimiz bir şeydir. Ümumiyyətlə bu danışdıqlarımız var. Bir çoxusu yoxlamadan bilməyəcəyimiz şeylərdir bir çoxusu. Yəni bu demək deyil ki, biz burada danışdıq, hər kəs gedəcək, bunu eləyəcək. Belə bir şey yoxdur yəni. Biz nəfs daşıyırıq, iradə daşıyırıq. Hər biri müəyyən qədər güclü, müəyyən qədər zəifdir. Bir şeyləri yoxlamamız lazım, amma o sözlərə də ilişib qalmamaq lazımdır. Valideynlər deyirsə ki, belədir, olmaya da bilər, yəni tam tərsi də ola bilər. Məsələn, mənim işdən qovulanda bayaq deyirdim, həmişə deyirəm ki, maksimum işdən qovarlar və axır ki, işdən qovuldum. Yəni, hal-hazırda öz işimdəyim. Bundan əvvəlki son işimdə axır ki, qovdular. Yəni, deyə dua yerinə keçdi. Kainata negativ enerji göndərdim. 10 ay çəkdi məhkəmə 10 ay çəkdi. Hər şey o anda elə ki, leyhimə işlədi. Məktəbin sahiblərinin müəyyən qədər ölkədə zəiflədiyi bir dönəm idi. Getdiyimiz məhkəməyə verdiyim məhkəməyə hakim yeni gəlmişdi. Qardaşım hüquqşünasdır bu arada. Oradakı o xırdalıqları, nüansları o mənə deyir ki, bax, yeni gələn hakim çox ehtiyatlı olar ki, doğru qərar versin. Valideynlər, məsələn, uşaqların valideynləri çox yuxarı yerlərə yazdılar. Haralara, yəni təsəvvür edəməyəcəyiniz qədər yuxarı yerlərə yazıldı. Mən artıq orada biraz söylədim ki, məsələn, bu qədər böyüməz, bu qədər insanın bu işlə məşğul olmasını istəməzdim deyə və mən axırda 10 ay sonra qalib gəldim. Hətta onlar birinci məhkəmənin uzandan sonra barışıq təklif elədilər. Mən dedim ki, yox, əstəğfurullah, birinci məhkəmə bitməmişdən bitməyə doğru barışıq təklif elədim. Mən onu da qəbul etmədim. Dedim, yox, barışıq olmayacaq. Buradan bir qalib, bir məğlub çıxmalıdır. Yəni, uduzacaqsınız və hər kəs biləcək ki, burada heç kəs istədiyini eləyə bilməz bu ölkədə. Orada məsələn, mənim ailəmin duruşu tamamilə kənara çəkil, üzr istəyirəm, cəhənnəmə getsin, onların o pulu da 10 aylıq verməsinlər, sənə bir şey eləyərlər, övladın var. Mən də net atama dedim ki, bax, bu narahatlıq çox normal, onu anlayıram, bax. Bugün atamgillə anlaşa bilmək səbəbim odur ki, mən onların narahatlıqlarını anlayıram, yəni. Ki, o niyə narahat olur? Çox normal bir şeydir. Yəni, mən də bugün bir övlad sahibiyəm, əllərimizdən öpər. Mən də bəlkə də onun üçün o narahatlığı yaşayaram. Amma vazkeç deyərəmmi, onu bilmirəm. Böyük ehtimal demərəm, indi elə düşünürəm. İnşallah o da qovulmaz. Bəlkə də qovulsa, o hissləri, duyğular təkrar yaşayacaq, ata ol, bu səfər biz. Mən dedim ki, məni öldürsələr, sən uşağıma baxarsan. Amma mən vazkeçməyəcəm. Hətta mən ata olaraq səndən bunu gözləyirdim. Deməli ki, çünki atam illərcə bizə onu aşılayıb, ədaləti aşılayıb, anam da, atam da haqqı, ədaləti onu aşılayıb. Bugün amma orada övladdır da, atam üçün mən də uşağam, yəni. Mən dedim, kaş belə desəni ki, oğlu, yəni qorxsan da davam et, sənə bir şey olsa mən sənə oğluna baxaram, amma vazkeçmədim. Kaş bunu desəydim, dedim. Çünki ətrafdan hamı vazkeç deyirdi. Dedim ki, heç kəsin ki, mənə təsir eləmədi, bir sənə ki, mənə pis təsir elədi. Orada kövrəldik ikimiz də və canlı yayın orada bitirdik ki, danışmadıq bir müddət bir-birimizlə. Və mən sonunda udmaya da bilərdim. Sonunda ola bilərdi ki, yəni də bu belə olmaya da bilərdi. Yəni, hər zaman istədiyimiz kimi olmur. Fərqli mövzulara keçməyim, buradan sonra evə getmək istəyirəm. Yəni, dinlənmədiyim üçün peşman deyiləm. Uduzsaydım da peşman olmayacaqdım. Niyə? Çünki əlimdən gələn hər şeyi eləmiş olacaqdım.
Məsəl üçün, mən o dövrdə başqalarına da o haqsızlıq olmuşdu. Başqalarına da mən təklif elədim, gəlin, gəlmədilər. Hətta dedim ki, bütün hüquqşünas işlərini qardaşım edəcək, sizdən pul da istəmirik. Yetər ki, onlar bilsinlər ki, istədiklərini edə bilməzlər, at oynada bilməzlər burada istədikləri kimi. Gəlmədilər. Sonra mən məhkəmənin onlardan sonra 10 ay sonra özəldən mənə yazdılar ki, biri yazdı ki, mən utandım, mən də yazdım ki, utanmalısan, düz edirsən. Ya əstəğfurullah zat demədim ya. Ya utanmalısan dedi, düz edirsən, utan. Çünki utanmalı. Yəni adam işdən də çıxarılıb, hələ də qorxur ki, bəlkə məni bağışlı geri qəbul. Sən bir günahın yoxdur ki, sən onlar niyə bağışlı, sən onları bağışlamalısan ya da bağışlamamalısan. Ya məsələn, mən orada peşman deyiləm. Yaxşı ki, deyiləm. Özümü bağışlamazdım Ulduz xanım. Ömür boyu özüm bağışlamazdım. Ata sözü mənim üçün ağır bir sözdür. Mən Qafqazlıyam da, Balakənliyəm, Qafqazlıyam, Türkəm, Avarqanım var, müsəlmanam. Mənim üçün o sözlər, bəzi sözlər var, çox ağırdır. Ata sözü, kişi sözü, ər sözü, xanım sözü, bunlar mənim üçün çox ağırdır. Bunların ölçüsünü mən sizə ifadə edəmərəm, nə boydadır. Mən bir ata kimi oğlumun üzünə baxa bilməzdim, vaz keçsəydim. Bu da mənim üçün, bu da mənim dəyərim. Bayaq bir nəfər soruşdu, mentalitet sizə görə nədir? Məsəl üçün, mən ömür boyu özüm oğluma məsəl deyəməzdim ki, haqqın arxasınca get. Özümə işlə bilirəm axı, getməmişəm özüm. Ona görə o, məsələn, 9-da oxuyanda güləşə getmişəm, yarışa getmişik 13 nəfər, sadəcə mən uduzmuşam, geri qalan hamı dərəcə alıb. O avtobusda, rafta qayıtmaq həyatımda yaşadığım ən ağır şeylərdən birisidir. Və orada travma almışdım, boynum zədələnmişdi. Bir daha da anam məni güləşə göndərmədi, hələ də üzünə vururam. Deyirəm ki, bax, içimdə qalan uqdələrdən birisidir. Bəlkə də mən növbəti yarışda uda bilərdim. İlk yarışım idi, təcrübəsiz idim, tək mən idim təcrübəsiz olan. O rafta qayıtmaq o qədər ağır gəlmişdi ki mənə. Hamı bir-birinə uğurunu danışır. Mən belə elədim, yıxdım, belə gördüm falan şey elədim. Mən göz-gözə gəlməmək üçün uşaqlarla heç kəsə bax, başım aşağı gəldim. Uduzduğum üçün yox ha. Ya onların o danışıqlarını qoşula bilmədiyim üçün. Uduzmaq normal bir şeydir. Yəni, uşaq canımla, uşaq yaşımla uduzmağı normal qarşılamışdım. Texniki səbəblərim var idi ki, yarışdan əvvəl məşq eləməmişdim, yeyib yatmışdım, kilom artmışdı, özümdən çox təcrübəli bir adamdan düşmüşdüm falan filan. Anam bir daha da göndərmədik. Hə, o da ana kim haqlıdır? Bugün onu da anlayıram. İşte boynum qırıla bilərdi və s. və s. Amma işte o, deyirəm ki, indiki ağlım olsaydı, amma qaçıb gedərdim hər gün evdən, amma ora gedərdim. Yəni, döysən də, çırpsan da zoğal çubuğu ilə döyürdü o vaxtlar bizi. Döysən də yenə kaş gedərdim. Yəni, nəyin doğru, nəyin yanlış olduğunu biz bilə bilməyəm. Mövzuya görə dəyişə bilər, şeyə görə dəyişə bilər, amma bəşəri dəyərlərə əks deyilsə, məncə yoxlamaq lazımdır. Yəni, siqareti də bir yoxlayayım, yox, onu yoxlamamaq lazım. Narkotiki bir yoxlayayım, görün necə bir şey. Bunun kör-kör, gör-gör, bu zərərli bir şeydir. Çünki bir dənə yoxlayayım deyib, hər kəs bir dənə fıtdan başlayır. Siqaret çəkinməyə başlayanda heç kəs düzənli siqaret çəkəcəm deyə başlamır ki, bir dənə yoxlayımla başlayır. O da dost tanışı zorlayır. Amma bəzi şeylər var ki, onu yoxlamaq lazımdır yəni. Denəmədən biləməm. Təşəkkür edirəm. Çox sağ olun. Çox aydın oldu mənim üçün həqiqətən. Minnətdarım. Sağ olun. Biz belə səhərə kimi danışarıq İlahi xanım. Amma insanları daha çox yormayaq. Kimisə Çox sağ olun. Yoxdursa. Müəllim adamam, mən çox danışmağı sevirəm. İşimiz budur. Başqa sual yoxdursa, məncə yekunlaşdıra bilərik. Çox sağ olun dəyərli fikirlərinizə görə. Həqiqətən çox maraqlı oldu. Mən öz adıma çox təşəkkür edirəm. Son olaraq biz şəkil çəkdirə bilərikmi? Bircə dəqiqə. Mən qalerik kimi.